Mesut komiser papağı taxmış mikrofona. Yo yeyəcəm. Nasıl yani? Nasıl? Diyet. Diyet gedir də. Necə gedir? Rıs. Salam, nuş olsun. Bəs təzə bir şey də çıxıb. Deyirlər qabs atıyoruq. Yorulmayasınız da deyə bəlkə. Deyək. Yorulmayasınız. Bir dənə qardaş keçən dəfə yazmışdı ki, riski çes verin də yazmışdı. O nə deməkdir ki? Niyə ki? Verək də bir dənə. Yox. Xoşbəxt olsun. Ortasında bir dənə eləyək. Mən Hamı bəlkə papağı da var da, eləyə bilər. Yox, papaqdasan. Əziz Altı Qara Pişik izləyiciləri, xüsusilə köhnələr, qonağımız Əlixan Rəcəbovdur. Kimdir Əlixan Rəcəbov? Video bloger, vayner. Necəsən Əlixan? Xoş gəlmisən. Xoş gördük. Nəhayət ki, mən də burada qonaq oldum. Zarafatsız nəhayət. Biz də gözləyirik. Mən sizin latent fanatınızam. Altdan bütün verilişlərə baxırdım. Buyur. Ona görə köhnələr dedim ki, biz köhnədən Bilirəm, Ora gələcəyik. Çantam boş deyil. İndi çantamda hədiyyələr olacaq. Oradan qəbul edək də. Bombamdan hədiyyə. Şeydir. Bu arada siz mənə dəvət eləmişdiniz Nizami Kinoteatrına. Mən gəlmədim. Niyə gəlmədin Əlixan? Zarafat niyə gəlmədin? Bir balaca problemin əslində olan unutduğu biraz Unutmuşdun. Problem unutmağın idi. Bəli. Yaxşı, onda getdin. Nə deyəsən, şeydə də var bu, talihdə də var bu. Unutmaq. Deyəsən bir yerdən sonra bir follow sayı var ki, ondan sonra Bəs Azər Aydəmirdən sonra. Azər Aydəmir nə? Unutqanlıq var onda da. Bəlkə də. Amma birisi də elədi. Çox qəribə deyir. Qafqaz rəqsi oynayır qardaş. Talihdə bir dənə məzəli bir hadisə olmuşdu. Görüşdə gəlmişdi müştəri ilə görüşməyə. Gəldi oturdu, nəsə danışdılar elədilər. Bilməm, Talih verilişdə danışıb. Əlyuma məsələsi. Daha niyə dindirirsən? Danışmışdı, amma mikrofon işləmirdi. Danış da bir dənə. Burasını şey kimi qoyarıq. Əlixan Rəcəbov Talih Hizbeyev haqqında danışır. Arxasına danışır. Bəli, dalıyca danışır. Çünki o müştəri mənim müştərimdir. Deyir ki, o Talih niyə bizə qarşı belə elədi? Dedim mən nə bilim, valla Talihdir də. İndi eyni şey məndə baş verir. Talihin elədiyini bəs açıqlayaq, yoxsa biz deyək, yoxsa Əlixan desin? Siz deyin. Necə olmuşdu hadisə? Nəysə də unudub. Əlixan müştəri ilə gəlib görüşər. Müştəri ilə danışıb, Talih sonra gedib qabağında tualetə, çıxıb tualetdən çıxıb gedibdi. Unudubdu. Amma zar gedib. Zar gedib. Çünki mən də arada bəzi müştərilərlə elə eləmək istəyirəm. Əlixan, nətər gedir işin gücün, planların? Birinci həmişə kimi qonaqla belə giriş edirik. Nələr ağlında var? Kino, mino, nələr varsa deyərsin. Kino, mino bir başçısı. Kino, mino var. O qədər şey yazıb tökmüşük ortalığa. Amma bu il nəsə iqtisadi cəhətdən ağır il oldu. Bilmirəm, siz hiss edirsiniz. Report gedir. Bəli. İqtisadi cəhətdən. İqtisadiyə baxdığına. Ekonomi cəhətdən. Pul yoxdur. Pul yoxdur o işin. Bu işdə pul yoxdur, belə görürəm ki. Hansı işdən söhbət gedir? Kinodan. Məsələn. Kino çəkməkdə niyə pul var? Əgər müəyyən bir pul tapsan sponsorlardan. Azərbaycanda belə işləyir, amma xaricdə elə işləmir. Əfsuslar olsun. Bizdə pul tapırsan sponsordan ki, mən sənə məhsulu göstərəcəm. Sodanı kinoda göstərəcəm, qardaş. Bunun müqabilində sən mənə pul versən. Nə xoş bizə çıxardılar, pul verirlər. Bütün müştərilərdən pul müqabilində əməkdaşlıq eləyirsən və müəyyən vaxtı ya dekabr ayında Azərbaycanda ya noyabr, dekabr və yaxud mart ayında film çıxır və 3 ay maksimum prokatda qala bilir. Əgər yaxşı kino olsa 6 ay kimi dartırlar. Əgər müəyyən adamların kinosu olsa illər boyu qalır orada. Bəs serial daha gəlirdi, yoxsa kino? Kino. Serial gəlirsizdir. Oradan. Serial ziyandır. Serial ziyandır. Mənim yaralı yerimə şey eləməyin də. Çünki yəni ictimaiyyətdə serial çıxdı. Yəni belə düşündük ki, yəni davam gələcəkdə, yəni bu serial şeyin, amma yox, gəlmədi. 80 min, elə seks kimi bir şeydir. Seks kimi bir 80 min manat ziyanda oldum. Siz niyə belə ziyanlı işləyirsiniz? Talib şeydə kafe açır, batırır. Kino çəkir, batırır. Sizə göz dəyir məncə. Yox, biz fərli prodüser deyilik, vəssalam. Elə Vayndan davam. Elə Vayn. Vallahi Vayn. Zırt pırt yığdın telefonda Kafkasda paylaşdın. Sən Vaynla başladın bu şey? Yox, təbii ki. Sən KVN-də zətdə olmuşdun, yox? KVN-də idim. Mən harda görmüşəm ilk dəfə səni deyim. Bulvarda, KVN-də. Aynesdə hansısa komedi az. 60 şey eləyirdin. Müxtəlif dillərdə danışırdın. O yadıma gəldi. Aytən Səfərli sən idin. Orada gördüm, dedim ki,
İşıq var zət elə bir şey. Neçə yaşın var idi onda? Hə, təqdir elədin Əlixanı ki, yəni bu uşaq batdı. İşığı görə bilirdi onda. Əmi partladacaq. Müxtəlif dillərdə danışa bilir. Hə, komediyaz olmuşdu. 2008-də instituta daxil oldum. O üçün instituta elə birinci həftə idi, gəldim gördüm ki, kafedranın qabağında KVN şey var. Yığırıq. Hə, elan. KVN şıqları yığırıq. Bəs hansı ixtisas? İqtisadiyyat KVN və menecment. Harda Aviasiyada oxumusan nə bəs? işin var, hə? Harda oxumusan? Aviasiya akademiyası. Ötəxdir. Vallahi mən də bilmirəm. Sən Aviasiya akademiyasında niyə iqtisadiyyat oxumusan bəs? Uça-uça biznesin idarə edilməsi. Pilotların Amma biznes klasını idarə edilməsi. bilet satırdı. hə, işte gəldim, oxudum, gördüm, dedim, hə mən də qoşulacağam. Getdim, qoşuldum. 2008-dən 2013-ə kimi Şən və Hazır Cavablar klubunun üzvü idim. Doğrudan adı elə idi. Onlar ŞHK. Orada eləmiş. ŞHK-dır da. Necə konsertdə görünmüsən? Belə çox adam olub, Hansı KVN-də konsertdə? olubdu. Hamısında görünürsən, olmusan, yəni. Hamısında dedim, yəni çoxsunda da. Hansı konsertdən söhbət gedir? Biz konsert KVN verim. KVN konsertində. Bizdə 2008-dən deməli 2010-a kimi, 11-ə kimi Hostun üzvü olmusan. hostçu olmuş. Bu Rus dram teatrının üzbəüz teatr var. Mado. Söylə yerdin orada. Gənc, gənc tamaşa nədir o? Gənc və hazır cavablar. Teatrı. PKK. Bir də şey qaldı. Bir qaldı İmereti, Xəncərxana var orada. Onlar restoran. O şimdi bir dənə Orada. nəsə teatr. Rus dramdan üzbəüz. İşte institut uşaqlarını yığırlar. Döyürdülər. Şallaqlayırdılar. Pis zarafatlara görə. Bu şimdi çıxış eləyirdi orada. Paralel qardaşımı gördülər. Dedilər ki, yəqin sən Rusiyaya Vayna. çıxış elətdirik. Bəs pul verirdilər Əlixan. Zırt. Eşitdim. Pul alırdılar. Bəs bu KVN o Bəhram Bağırzadə olan o KVN-dir, həmin. Hə, Yoxsa hə. məsələn əsas truppa, köməkçi truppa belə bir şey var. Truppa. 19 zat. Zarafatsız. Elə bilirəm KVN-də var elə bu 19 zat. Aviasiyadan gələnlər. Eyni KVN idi. Biz sadəcə olaraq Azərbaycan Zbornaya Baku gedirdi. Bakı yığılması. Sonra getdik orada. Bert Fox. Bert Fox oynamışam bir dəfə səhnədə, çox pis. Hə, yox. Elə bildim Bert Fox'dan futbol oynamışsan. Yox. Onu oynamışam, amma parodiya eləmişəm. Oradan anne zor olardı amma futbol oynasan. Tükülən biz. Hə. Hə, gedirdi, xaricdə çıxış edirdi. Rusiyyətdə. Rusca. Da. Mən onu demək istəyirəm də Bəhram gilindən çox görünmürdün sanki. Yox, o Parniz Bakudur. Onlar teatr. KVN deyəndə ağlıma o Mən gəlir. Bu arada o komandada bir nəfər var. Balaca uşaq var idi. Emin Hə, Musayev. hə. Şey var idi. Şehirdə. İç sifət bibi zad orada Hə, olan hə, balaca uşaq. O uşaq qəribə illər keçdikcə Şimdi böyüyür, studiyamızda. boyu və Eninə böyüyürdü. Amma üzü eyni uşaqdır. Tamamilə eyni, yəni 6 yaşında. Bernardo desin kimdir? Yo, sarışın bir uşaq idi. Şeir deyirdi. 2001 qışqıra konsertində. şeir. Hə, ay, Hə, mən onu görmüşəm toyda. Ha mən oyam deyirəm oğlu sən necə böyümüsən? Hə, üz amma dediyin kimi balacadır. Hə, eyni qalıb. Saçının düzümüz adı eyni. Salam. qalıb, yəni. Adı nədir? Salam olsun ona. Adını bilmirik amma Salam Enni. İvan Zad. Dimitri. Dimitri, hə, Dimitri. ay, Dimitriyə Dimitriyə salamlar var. Dimitri. Getdi qaçdı. Yaxşı, bizə rusca Şeir bilmədiyimiz bir şey söyle. Şeir deyim yoxsa bilmədiyim şey? Əlifbanı sahib. Bir dənə- Sən rus sektoru oxumusan? Da. 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 Ты тоже? Ay, Ya уже Bala. уже не могу. Da. Bizə rusca çox belə necə deyim? qəddar bir sözdür. Qəddar Deyim, yox. deyim. Çox belə bilinməyən, məsələn bizim bilməyəcəyimizdə. Bir dənə bomba söhbət deyəcəm. Aha, amma Bu Zalatoy söhbətdir ya. Aha, Kəsin TikTokda yazar. paylaşın. Altay saat. Ya. Özüm onu qoyacağam. Sən elə dedin. Deyir, inisiatora yebet inisiativa. Oy bu da. Gör nətər söhbətdir. Nə başa düşmədi. İnisiativ Da. İnisiativ Gəl şey onda deməkdir. tutmağa İmitasiya. çalışan. Bir də Amma Dəzə ortada xəyanət. söyüş var idi də. İnisiatora yebet inisiativa. İnisiativa Yibot yebet. bilirik. Yibot, Yibot. Yibot. Nəsə yibotda Bilmirik, gəlir. yəni orada məsəl var. Yibotda Təxmin eləyək də nə demək ola bilər? Bir dənə Yoxsa də bir fikirləşin sözünü denən, Yox, bir dənə də birinin bir dənə tərcüməsi. bir dənə sakit. Bir üçüncü dəfə listəni. Bir sözün kökü eynidir. İnisiator, inisiativa eyni köklü sözdür. Sakina. Yebotu da başa düşdünüz də. Yibotu başa düşdü yəni. Yebot nədir? Yibot nəsə Əlindən zor bir şey də. Buyurun. Vaxt getdi. Şeydir. Səni sevərlər. Ona bənzər bir şeydir, ay sağ ol. İki başlı bir şeydir. Şey, nə bilim, drujba, slujba. Yəni iş işdir, dostluq dostluqdur. Ya. Mən də dedim. Ya. Elə O da, deyil. ya.
Yaxında deyil. Təmassız ödəyin. İnisiativ nədir? İnisiativ. Nə bilim. İnitiativ. Aha, nə deməkdir? İnitiativ. Sinonimini gətir. İnitiativ şeydir də. Nəsə irəli sürsən, düzdür? İntuisiya da elə bil. Nə intuisiya? Nəsə. Oradan gəlir də. Yox. İrəli sürmək, hansı İrəli fikir? sürmək. İrəli sürmək. Hə, onda TV irəli sürür. Yaxşı da küfür basaydı. Nə deyim ya? Kabud olmadı. Yaxşı, Qonağımız qonağımız sürmək. cavabdır. Azərbaycan Aktyor yığmasına. gənc aktyorumuz Ayxan Hacıbov. Nə bilmədik. Ha, yenə ikisini bildik. Elə bizimki şübhəçilikdir. Bəs Təzə nəsə var? Təzə nəsə yoxdur, bu gün olsun da onda. Olsun. Sən hansı söz Taparıq. yaradarsan? Yəni biz bilmirik də, yaradan birik. Mən üçün çətindir. Siz Düzdür, o bilirdi. mən bilirəm deyə mən çətindir. Mən afterka eşitmişəm. Qonşum Afterka? o atvertka. Hə, hə. Afterparty. Plaskupsa. Məncə irəliləyən dəqiqələrdə bir şey çıxacaq. Nəsə çıxacaq. Bəli, Plaskadarni doğulacaq. ola bilər. Plaskadarni. Nasturka. Plaskadarni. Nə? Nastumka. Var elə bir şey, Əlixan, plaskadarni. Plaskadardır yox. Görsən yarar. Bəs nə Plaskadardır. tərcüməsi nə ola bilər? Plaskadarni şey deməkdir. Plaskartda pulsuz Hamar. getmək. Ya. Hamar Bir yox. bir Bir dəqiqə, sət, bir Bu nəsə. sifətdir, isimdir, nədir? Sifətdir məncə. də. Plaskadarni. 100%. Həmişə plaskadarni oğlan, plaskadarni hərəkət. Yox, plaskadarni məncə tam da Bir yaxşı məna materialın, deyil. bir plasmas material, yox, nə isə də. Plaskadan. Bilsən də plaskadarni şey Plaskadan olsun. oğlan da məntiqli. Ola bilər, hə. Bəlkə Bəlkə şeydir. plaskadan oğlan. Figursuzlu belə şeydir də. Yəni Plaskadarni gəldi gözə gözə. tərifə oxşayır. Daha çox tərifə oxşayır ki, plaskadan. Bunu da taparıq onda, tərcüməsini taparıq. Plaskadarni şeydir. Oy. O da ola bilər, o da ola bilər. Bala şeydir, plaskadarni. Plaskadarni şeydir. Bəs yaxşı Əlxan, niyə bizim distlərə cavab vermirdin? Dadam. Yıllar sonra Gözəl illər idi Əlixan, bizim üçün, sənin üçün bilmirəm, bizim üçün maraqlı məncə onun idi. üçün də gözəl illər. Cavab zad vermirdin, amma biz əylənirdik. Bir dəfə bir müsahibədə Qaraqan olmuşdun o Hə. vaxtda. Cavab vermirdin. Robinson Crusoe. Buradan Qaraqana salamlar. Qaraqana salamlar. Amerikaya. Hardadır? Elaridə də salamlar onda ikisi bir yerdə getsin. Yol üstü bir dənəsə də salam. Başqa kimsə var Amerikada? Aziyaya da salam. Yox, Qaraqan Nizami ikinə çatında deyil idi. Deyil. Hə, hə. Yoxsa gəlmişdi. deyil idi zarvat. Skype-dan Deyil idi. qoşulmuşdu. Hə. Hə. Video okey. call-la Okey. gəlmişdi. Özü Amerikadaydı. Vüsal Həsənzadəyə də salamlar. O kimdir? Heç də mənim dostum da Amerikada qalır, amma şeydir. Salam Vüsal. Şey Salam, gəlir. sağ ol. Mehdiyev Tofiqə də salam verir. Mehdiyev Tofiq, salam. Mən də bu gün qərar verdim ki, bu boyda şey qurmuşuq. arada Yox, salam bəzi vermək onu lazımdır. arda rast kəsilməyəcək. Səni dirib deyəcəklər ki, mənə gələn bölüm salam verdi. O yox. Yox, diriyənlərə yox. Kim Onda dirəsə Mehdiyev ona Tofiqi salam geri yoxdur. alaq da. Yox, Yox, Mehdiyev yox. dirəmirdi. Elə belə Hə? içimdən Bunun gəldi. adı necə blurlaya bilərsiniz? Arxasını göstərin. Ha, göstərər. O əli dolu gəlmişəm. Təşəkkürlər. Təşəkkür Sənə dəli çox. Əlixan bizim bunu deyək, Əlidə gələn ilk qonağımızdır. Pozadayım. İndi dinən. Aha. Əlixan bizim Əlidə gələn ilk qonağımızdır. Çox Buyurunuz. sağ ol. Əlixan. Həriyə Nuş gəlir. olsun. Ya da belə eləyim blurlayaram. Yox, yəni Bu amma- Bilinir məncə. Həzarfas bu bilinən bir Bilinir, şeydir. hə. Bunu Amma bir şey deyəcəm, bu heç dadlı şokolad deyil. Mən Əlixan. xoşlayıram. Doğru. Mən xoşlayıram. Bu məndə Bu- görüntü Yox, çox dadlı yaxşıdır. dadlıdır. Bəzi zor Bu gedir. yaşıl var ha orada. O yaşıl çox dadlıdır fındıqla. Yox, qələtin Bəlkə idi. də Düzdür, bəzən sən mən qələt qırmızısını yemişdim. Sən onda ver onu. Sən elə canga alaraq sən canga yeyərsən. Bəs zor Arkaya qoyaq, ancaq bulur eləməyim də. Bunu şey Hə. növbəti qonaq gələndə biz verərik də ki. Əlixan elə polçides verir. Bu bundan sonra gələn qonaqlara da bir örnək. Ay, Məncə də. Ya bundan Ayıbdır. əvvəl gələnlər də çox sağ olsunlar. Yəni Kimidir Yenə də. Prometeydi, Talihdi, nəsə gətiriblər? heç Heç nə gətirmirlər gətirmir. amma. Heç nə gətirmirlər. Həzarfas zırtsız. Zırt da gətirməmişlər. Prosta amma indən belə bir gözləntiyə girəcək ki. Çaydan çörəkdə nə yeyib almısan? gedirlər. Asıl talih acından ölürdü. Talih soyuğuydu. Talih həm soyuğuydu, həm də acı idi. Sən borc almadı çıxanda. Talih hələ 1 saata gözlətdi. Sənə də gözlətdik, üzr Canınız sağ olsun. Bəs bu papaq bu gün elə belə dedin ki, taxın bu papağı yoxsa taxırsan? Mən uyğunlaşmaq istəyirəm. Yox, Bir dənə sual verim. Sən Bakılısan? Karinoy. Doğru. Meştağa Novxanı. Çox pisdir. Niyə? Qan qarışır da Meştağa. Meştağlar haqqında eşitmisiniz də? Nəyi? Söhbət gəzir Meştağlar. Doğrudan. Ha. Bir şey tizrə bir şey gəlir. Meştağlar haqqında. Meştağlar, gön Novxanlardan AI. başlayım. Meşallar AI-dır. Deyir Novxanlar qulaq kəsəndi, Meştağlar Hə, bildik. Kəsən. Söz kəsən. Ses kəsən. Bildim. Səs kəsən. Səs kəsəndə, hə. Onda məşdağallara salam. Maştağaya salamlar. Meştağaya Məncə salamlar. Maştağaya amma. Məhəmmədli kəndinə. Maştağanın qabağını belə verdi. Bakılılarda elə bilinəm yerli bazlıq.
Bərk. Daha güclü. Bəlkə şovinistlər Bakılılar. Mən bir Bakılı olaraq deyirəm, düz Bakıların bir çox qismi məndən xoşu gəlmir, bilməm nə üçün. Bakıların ümumiyyətlə bir-birlərinə xoşu Sən həm gəlir. Bakılısan, sən həm Bakılısan, həm rus sektorsan. Sən bu dəqiqə çox Sən bu dəqiqə Bəhram Bağırzadəsən. O da şeydir də. Yox, o Bakılı deyil. O Şamaxılı. Bakılıdır. Hə. Görürsən? Doğrudan. Bakılıdır, Şamaxılıdır. Yox, mən biləni Şamaxılıdır. Şamaxılıdır. Bəs niyə o qədər Bakı? Elə odur da məsələn. Niyə onda özünü Bakı Moskva kimi aparır ki, Bəhram Bağırzadə? Həm gəlirlər rayondan Yox, əgər sənin Əlixan Rəcəbov Bakılıdır, bəlkə bir deyək neçə vaxt demir. getdi. 3 2 1. Əlixan Rəcəbov Bakılıdır. Mən deməliydim. Okay. Evet, Okay. Bu da bir ilk oldu. Onda Bəhramı da birazdan desək. Sən baban haralıdır? Babamı karışdırma. Babam ora Füzuli yəqin ki. Füzuli. O nə vaxt köçüb? Nə vaxt köçüb Bakıya? O kösənməyib də. Qeydirəsən rayondan gələnlərə. Yox, mənim nə işim var onlarla. Yox, əgər sənin baban, Tutaq ki, 62-də köçüb. Tutaq ki, yox, baba əgər burada yaşayıbsa, babanın övladı burada doğuldu, yəni ata. O yarı Bakılıdır. Sən doğuldunsa sən Bakılı Onda olursun. Fərid də Bakılıdır. Fərid Bakılıdır. Kimdir Fərid? Mən. Siz. Görsən disin biri gəldi. Hə. Yox, o ola bilməz. Adınızı bilirsən, Əlixan. Babam gələ Bir bilməz. dəqiqə, adınızı bilirsən, hə? Seymur, Aha. Akif, İslam, bir də ki Süleyman. Çox inanaraq dedin. Məncə belə də davam eləyək. Bundan sonra belədir. Amma səhv şey mən Seymur desəydi. Gözlürdüm mən sənə desin. Dedim bəlkə səhv saldı. Bəs Əlixan o vaxt arada deyirlər ki, dövrümüzün Sabiri. Onda evdə oturub cırılır. Bir ara. Kəşke gülməlidir. Çünki mənə desələr dövrümüzün Sabiri, məsələn, deyərəm ki, Şorta gedərsən. Mən Sabir, mən dövrümüzün Sabiri zad deyiləm falan, amma evdə də biraz cırılaram. Bir dənə problem bilirsən nədir? Problem bilirsən nədir? Sabirə də oxşuyur. Ay, Vizual olaraq oxşuyur. Yarı kəsib qoyur. Belə bir. Bəs yaxşı, bayaqki sualıma niyə cavab vermədin? Niyə bizim distlərimizə cavab vermir? İndi ikinci hədiyyəni çıxarır. Çıxardır. Siz onun için bir dənə dadına baxın Bəs ona. ikincidən, üçüncüdən sonra, disdən sonra bilmirəm nəsə nə olmuşdu. 2 dənə. Belə şeylərdin ki, ala disdə gedin Eləmirsən də, dizin dənəndə. Mıxımı çəksən. Nə istəyirsən salayı? Mən baxırdım, ləzzət elirdi, gülürdüm. Avtobus var idi o şey. Orada mənə dis atmamışdı. Orada yox. Ben oradan kayf tutmuşdum ona görə. Sonra biri var idi ki, nə siqaret çəkmə, nəsə çək. Orada söz soxmuşdu. O zor idi. O zor idi. Vallahi zor idi. Amma sənə bir şey deyim, oradakı ən zəif dis Mənə idi. Sən elə belə deyək ki, Əlixan qaldı, onu da aradan çıxardı. Bunu da sağ ol. Eləmişsən hə bunda. Amma harda soxmuşdunuz belə normalni? Stil yetimdə məncə soxmuşduq axırında. Qagliyə görə. Nəyiniyim, mən də görsən yığışdırdım. Yox, gülürdük. Açığı bir şey deyim, ilk başlayanda gülürdük. Hə, 100%. At kimi gülürdük. Mən götürdüm, hətta otaqdan qaça-qaça gəldim ki, Fərid buna bax, qaqaşa bax, belə elədim. Sonra nə oldu? Sonra başladın ağıllı danışmağa. Sabirlik eləməyə başladın. Ondan sonra dedik ki, belə. Kopya. Başımda qarızam. Ay, kopya. Poster eləyərsən. Dirəksən şey də ola bilərsən, Tağıyev. Dövrümüzün. Valla mənə çağırmışdılar axı Tağıyevin kastinginə. Doğrudan. Vallahi. Olarmış amma, hə. Yox, Tağıyeva görə yox. Sabir olun. Nağıyeva görə. Gəldim belə durdum. Salam belə şey, nəsə. Pis oynadım. Dedim ki, mən dartmayacağam da. Mən gələm vaydı. Instagramda fırlanım. Mənim yerimə Rasimi dəvət elədilər. Rasim də ki, Rasim Balayev. Sən ənkəsən Rasim. Rasim Balayev kim? Nə Balayev? Ay işte buraxdım belə. Hə, Rasim Zəfər. Rasim Balayev ölməyib məsələn. Yox, Nəsimdə. Bəlkə Rasim Balayevə də salam. Rasim Balayevə də salam. Rasim Balayevə Qədər salam. salam ver yallah. Bəs səncə Rasim Balayev yaraşıqlıdır yoxsa Fəxrəddin Manafov? Bu qəşəng sualdır. Çox qəşəng sual. Məncə Rasim Balayev. Seksuallığa görə. Bilmirəm, bilirsən, hər şeyi topla denən. Böl. Sonra deyəcəklər bu nəsə belə eləyir. Dövrümüzün Sabir quşdadır. Bunu yeyirəm səhərdən bütün hər yanım şokolad olub. Məncə Fəxrəddin seksidir. O getdi tez. Məncə də. Mən bir dənə bir şey deyim. Rasim Balayev bir dənə bitib. bir şey deyəcəm bundan bağlı. Yox. Fəxrəddinin belə seksi, yaraşıqlı hesab olunmağının tək səbəbi məncə təxminə filmidir. Məncə tamamilə Çünki təxminədə çox cizgiləri var. Yox, Çox elə özünün demə. faydaına görə. Orasın bir şey İntim Təxminədə çox İntim səhnə var. intim şeyləri var. Bəlkə də ona görə insanlar Yox, sən seksi sözünü gətirdin seksə, Tərlan. seksə deyəndə ki, seksi birbaşa deyirsiz seks. də. Yox, yox, seksi seksualdır da yəni. Bir kişi kimi seksualdır. Yəni Rasim Balayevin Amma Babək məncə tam əksinə. eləyirdi amma Babəkdə də var idi. Yox. Babəkdə var, bir Nəsimi ilə daha tutuzdurmuşdu, daha çox. Hətta Nəsim. Amma O özdə ən ilk dəfə deyəsən Nəsimi də məncə sən dediyin tam əksinə Rasim Balayev roluna görə
yaraşıqlı hesab olunur. Elə bil ki, Nezati Şaşmaz Polad oldu. Çox karizmatik görünürdü. Əslində heç elə biri deyil. Yox, Rasim Balayevin qəribə bir xarizması var. Rasim Balayevciyəm, mən. Yəni yaraşıq çətin Rasim Balayevciyəm. Elə deyil. Bu adamı düzdür, indi ehtimal ki, imkan verməyib, başqa adamlar da oynasın. Amma hansı obrazı qoyublarsa, dəli kimi də oynayır. Bu onu yaraşıqlı eləyir, Fərid. Söhbətimiz aktyorluq deyil, yaraşıqlıqdır. Sən o aktyor kimi çıxar. Aktyor kimi çıxar, model olur. Oğlandı durub qabağında. Hansı daha seksidir? Hə, biraz hansı öpsün səni. Şeydir, burası sallanır deyə. Yox, qardaş, o da deyil. Bəs şey Rasim Balayevin. Tam deyim nəyə görə Fəxrəddin Manafov daha yaraşıqlıdır. Onun cizgiləri daha kvadratdır. Yes. Kişidə olmaz. Amma Fəxrəddindəki problem bilirsən nədir? Amma Rasim Balayev yumrudur. Allah Fəxrəddin nədir? Fəxrəddin burnu çox qəribədir. Kişi burnu. Məsələn, nə açıb göstərə bilərsiniz burnuna baxım. Sən də getdin hansı şəkil? Hər an belə olsun. Yəni belə olmalı idi. Yox, çənəsinin bu tərəfi var ha. Bu Qardaş, sən də çox köhnə şəklini açdın. Yox, gözləyin ki, daha təzə şəklini açdın da doğrusu. Niyə bəs bax bir dənə? Nə bilim. Hayır, o da qəşəngdir. Yox, dostlar. Yamandır. Nəysə, onda ikisini belə bir sual verim. Hansı roluma görə mən daha seksual idim? Qaqli? Yox, təbii ki, yox. Məncə sən elə Əlxan kimi çox seksisən. Öpürəm, brat. Qəşəngdir. Bu bir fikirləşim görüm hansı. Sən bir dənə o sırada denəndə ikisi də yaraşıqlı, üçü də hətta. Fəxrəddin Manafov, Rasim Balayev, Əlxan Rəcəbov. Üçü də yaraşıqlıdır. Fəxrəddin Manafov, Rasim Balayev, Əlxan Rəcəbov yaraşıqlıdır. Gözəl. Orada gördüm Rasim Balayevin cavanlıq şəklini. Mənim atamın da cavanlıq şəkli var. Onu da qoyarsan da zəhmət olmaz. Sən də atamı çox soxursan ha, Taklaskaya. Təşəkkür elədik. Heç mən görə atamı soxuram. Atama sağlam. Kim? Harda? Teatrda, aktyordur Şuşa teatrında. Şuşa teatrında. Qoyarıq. Mənim də atam Polad Bülbüloğlu'na oxşuyurdu. Mənim atam bilsən kimə oxşuyur? Kimə? Çingiz var idi. Benim babam Toyota gibi adam. Çingizin yanındakı bir dənə şey var idi. Aktyor. Çingiz? Rəhman. Ay sağ ol. Qoyarıq hamısını. Yaşayır. Sırayla. Sənin atan? Rəhman oğlu ölüb, özü sağdır. Qoyarıq onu da izləyicilər tapsın. Tamam. Verilişimizin baş sponsoru Soda sodalarıdır. Soda, yeyinti üçün. Verilişimizin o biri baş sponsoru aviases.az-dır. Aviases.az. Gəzinti üçün. Gözəl. Hazırlıqlı gəldi. Gözəl. Bu arada dostlar, şey deyəcəm, deməli, mən 19 dəqiqəlik alqış videosu istəmişdim, xatırlayırsınız. Əl çalaq 19 dəqiqə. Eləyiblər uje. Niyə 19 dəqiqə istəmişdik bəs İmennonda? Çünki yarışda onu buradan etibarən qoy, aşağıda getsin. Cannes Film Festivalında. Dostlar, Nadir Əskərli, sağ olsun, 19 dəqiqə alqışlayıb videosunu çəkib göndərib bizə. Çox sağ ol Nadir Əskərli. Bu andan etibarən qoyacam bura. Bilmirəm, ortasında belə zad eləmiş ola bilər. Baxmadan qoyacam. İnşallah O neydi bu? Monafico. Monafico. Bəs o video mənə göstərmədi. Bəlkə baxmısan xəbər. Baxmamışam, Fərid, hara baxıram. Onda bir yerdə baxacaq. Amma belə qabağa verdim, 15-ci dəqiqədə zad da belə idi. Yorulmuşdur ki. Necə sıxıram, sən sıxıram. Hə, bəs yaxşı, Ay Əlxan, niyə distlərimizə cavab vermirsən? Mən çox adama cavab vermirəm. Yəni okeydir, o insanın fikridir də, mən nə deyə bilərəm? Amma bir müsahibəndə demişdin ki, məndən xayb götürmək üçün mənə dis atırlar. Hə də, öyle eləmişdiniz də. Öyle eləməm, vallahi. Növbəti bir müsahibəndə də şey eləmişdin ki, bizim haqqımızda. Demişdin ki, bəs 6 qara bir şey izləyirəm, gənc istedadlıdırlar, amma onların ağzı Ama bilirdim. Ben de bilirdim. Elə gözləmirdim də, biraz da qoya bilək. Ağzının şeyi yox da. Yox, bəs belə dayandım ki. Güldayı ürəkdən güldü. Sən deyirmişəm. Qaşına ya ürəyincə oldu. Açqın yaman gözəldir. Seksidir. Yaman yaraşır. 5 manat almışam. Evin altında. Bilinir ki, dövrümüzün sabirinin açqısıdır. Onda dostlar, mən də dövrümüzün Cəlil Məmmədquluzadəsiyəm. Dövrümüzün Cəlil Məmmədquluzadəsi olmaq üçün bir şey eləməlidir. Baxım dən sənə. Sən dövrümüzün sən Azərbaycan multfilmisən, bir karaktersən Azərbaycan multfilmində. Yo, Fərid oxşuyur. Şey var ya, narın zadının içinə girən var ya, boyunu zadı çapır. Fərid ona oxşuyur bax. Mən elə zarafat edirəm. Dövrümüzün çırtmanı. Antipıslığına oxşuyuram. Yox, dostlar. Dövrümüzün antipıslığı. Dondurma satanı. Dövrümüzün nəysə onu da taparıq onda. Bayaqçı rus dilində söz nə idi Əlxan? Paskladar. İnisiativa. İnisiator. İnisiativa. İnisiatorda 17 fevral İnisiatorda gözləyirik sizi. Mən dövrümüzün nəyəsə olmaq istəyirəm.
Nə olmaq Tərlan istəyirsən? zəhmət olmasa 3-cü qrup kimi bir dənə tarixdən. Şəxsiyyət tap da buna. Şey yox da. Sən dövrümüzün Həsən bəy Zərdabisi. Nəyə görə? Ələddindəki Abu. Onun qaqaşında dövrümüzün abusu. Abu hansı idi? Bu da. Hə, memur. Bu. Ölmüşdü. Ya bilirsən niyə fərq oxşuyursan? Həsən bəy Zərdabinin belə şəkli var, onu oxşatdım. Sən də Mirzə Ələkbər Mən Sabirdə, xahiş edirəm. Amma bir nəfər inciyəcək. Yəni Sabir. adını çəkmək istəmirəm. Rəhmət. Şeydir. Bir nəfər var O da bizim dövrümüzün cəmiyyətdə. O da Sabiridir. dövrümüzün Sabiridir. Bölüşdürə Hə, bilmirik. bildim kimdir. Hə, Bilən də hə. Bayaqki oydu. Heç deyil ya. Dövrümüzün nə? Yo, o deyirlər də. Deyirlər ki, sən də Sabirsən. Məsələn, Allah haqqı, vallah. Ən azından mən gördüyüm Yəni vaxt sən deyirlər. daha sabirsən. Daha çox Deməli mövzu budur ki, kişilər günü. İlin müxtəlif günlərində belə Müxtəlif bir kişilərin hər il olur bu. Məsələn, 9 may kişilər günüdür, 23 fevral kişilər günüdür, 15 iyun kişilər günüdür. Yəni belə bir kişilər günü Özünə yer eləyə bilmir. təşəbbüsləri olur. Heç biri də kişilər günü deyil. Yəni heç bir gündə mən demirəm ki, bu gün kişilər. Kişilərlə bağlı olur, Məsələn, amma qadınlar kişilər günü nə günü vaxtdır? deyil. 8 mart. 8 mart. Bütün dünyada qəbul olunub ki, 8 mart qadınlar günüdür. Kişilər günü elə bilirəm soxuşdurmağa çalışılan belə sonradan. Mən ən yadımda qalan 23 fevraldır. yoxdur axı kişilər günü. Yox, yox. Var, kişilər günü. Eyni. BMT-nin də qəbul elədiyi nəsə bir kişilər günü var. Oktyabrın neçəsisə. Biz niyə qəbul eləmirik? Biz də qəbul eləmişik onu. Prosta keçirilmir də, yəni kişilər günü. Necə keçirirsən? nə gerək var? Parklarda təntənəli. Parklarda kişilərə gül verilsin. Ən azından həqiqətən bu corab söhbəti bağlanmalıdır. Hı. Kişilər gününə də həssas yanaşmalıdırlar 8 mart kimi. Bizim də bir mental bir Yəni, hisslərimiz hə. var. Bizim də bir Hansısa marka dursun kişilər günü ilə bağlı bir şey eləsin. 8 martla bağlı eləyirlər. Eləyirlər. Yəni də atalar günü var, analar günü var. Aynen. Analar gününə də həssas yanaşılır. Atalar gününə zadına yox. Ay sağ ol. Hə. Atalar günü nə vaxtı? Atalar günü prosta 9 onun may. problemi bilirsən nədir? Bax, o tip bayramlar var. Xüsusilə bu Avropadan gələn günlərdə olur. Məsələn, Atalar günü atıram da, aprel ayının sonuncu həftəsinin 5-ci günüdür. Bildin, qəribə bir Ramazan bayramı kimi bir şey olur. Hə, mən hər dəfə bir fərqli bir vaxtda düşür deyə. Konkret məsələn, bilsən ki 10 nə bilim də oktyabr kişilər günüdür. Deyərsən ki, əfsus. Necə düşür? Qurban bayramı. 11 sentyabr kişilər günü olsun da. Yox da, Yox, yox. onlar da zorda. Yox, niyə? İki dənə kişi. Amma sentyabr gözəl aydır, ola bilər. Sentyabr məncə çox pis aydır. Niyə? Kişilər günü Bilmirəm, olmaq üçün. mən sentyabr Səbəb Məktəb olmalıdır. başlayandan Yəqin sonra ki, məktəb, iş, Yəni yaydan sonra dirilir də. yayın bitişi ilə əlaqəlidir. Nə? Kişilər məncə də. günü mayda ola bilməz. Sən demiş, apreldə də olmamalıdır. Bu 2 ay Soyuq aylar. Kişilər günü hə, olmalı. oktyabrdır, noyabrdır. Payızdan nə bilim o belə. Dekabrda yox. Dekabrda istəyirəm heç bir şey olmasın. Ancaq yeni Var da, olsun. onsuz doludur dekabr hər şeylə. Christmaslardır, yeni Hə, illərdir. ancaq yeni o doludur. şeylər olsun. Bir də Dünya Azərbaycan həmrəlik günü o da zordur. Yeni ilə Bomba. qəşəng Link qoşulaşırlar, eləyirlər, hə, qəşəng linkləşir. Dekabrda heç nə yoxdur axı. Harda basırsan ay dövrümüzün sabiri. Ya Heç nə yox. yanvar. Yanvarın 3-ü kişilər Dekabr günü. dedin. Hə, yanvarın 3-ü. Dekabr doludur da deyirəm. Nə var? Yanvarın 3-ü də Ortasında nə var dekabrın? Ortasını boş verin də. Hamı yeni ilə hazırlaşır. Kişilər ya da Hə, hə, doludur. yanvar. Hə. Yanvarda nəsə bir gün olur ha. Məsələn, tutam ki, yanvarın 1-i Kübranın ad günüdür. Yeni ilin ortasında Nə olub ad hə? günü nədir? Mənim Hə, babam çox yeni təqribən, ildə hə, görmüşdü. Bu arada Kübraya salamlar. 31 Salam. dekabr. Allah da rəhmət eləsin. Bağban dayım var mənim, adı elədi. Bağban Onda dayı. yanvar Bağban 1-in daya salamlar. Baban da. Mənim hə. babam 31 dekabrda rəhmətə getmişdi. Allah Mən rəhmət balacaydım, eləsin. çox sağ olun və bəzi belə Allah belə şəngi atdım belə saldım. pis olmuşdum. Yo, zaten o yeni il keçirilmədi ailədə, nəsildə. Mən pis oldum ki, bu hər il belə olacaq, görəsən. Biri. Mən də həmin Elə Çünki deyil. yeni ili adam heç nəyə qurban vermək istəmir. Təbii. Yəni yeni ildə Ağlıma çox pis ssenarilər. Amma 2 nəfər qurban verdi yeni ilə. kimlər? Niyə? Yeni il günü söz verdilər, qurban verdilər. Hə. Görsən? Nasıl? Amma Mən sən çəkməyəcəm. rahatsan. Mən rahatam, mən Çəkirsən. Hə, çəkirəm. Bəyazıt cəhd elə Tərlan bitməyə. siqareti kişi kimi çəkir. Heç girişmə də. Düz eləyir. O bilir də öz gücünü bilir ki, Heç Amma vaxt sən niyə demir ki- bilmədin öz gücünü? Çünki mən Mən siqareti kişi kimi çəkmirəm. sən mənfursan. Bu gün hansı gündür? Bu gün bəlkə elə kişilər günü olsun Tərlana görə. Gündən tez baxın. 4 oktyabr. 4 oktyabr Pisdir. kişilər günü. Siqareti günü. kişi kimi çəkən kişilər günüdür. bəli. Bəzi bizim şey İsmaildə nə də? Yo, boş ver, uzundur. bizim şey günümüzdə var idi. Metropolitenda işləyən qadın. O 18 gün marta hansıdır? yaxın o
Onu ilə 8 martda birləşdirərik. Qardaşın adı yadımdan çıxıb. Nəsrullayev Cavid. Mən Yox, Cavid Dövrümüzün Nəsrullayev. Sabiri. Dövrüncü Sabir. Kimi deyirsən? Sən Cavid, məktəbdə Cavid, Hə, Cavid Nəsrullah. Cavidə salamla burada. Kim olur salam verir. Cavid dedi ki, nə lazım olsa onu şey eləyir. Qardaşınız Eləyər. qulunuza hazır. Hə, 100%, 100%. Cavid həqiqətən Cavid salamlar. həqiqi salam. Təşkil eləsən onda qatarı dişimizlə çəkək. 4. Həmin gün. Pəhlivanlıq. vuracaq. Tok vurur. Hə, deyirlər tok vurur. Yəni ona görə Mən orada belə biraz- eşitmişəm ki, əgər Metro uzaqdadırsa, qatar yoluna düşsən, Aha, iki əlini də toxundursan bir anda şeyə. cırıq-cırıq olur. powerbank kimi yığırsan. Onda ola bilər. Yox, cırıq-cırıq olmursan. O da elə belə tokdur. Bildiyim qədərilə. Rozetka Mən bilən topu. yaxınlaşanda açılır, yəni qatar yaxınlaşanda da həmin ərazidə elektrik şey olur, amma uzaqlaşanda sonra söz sərbəst. O çünki nəsə düşür ya, arada xala düşür, götürür zat. Hamı da yazır ki, Xalaya bax, flashdir elə bil. Bütün veriş bu sakitləşdirmə ilə keçir. Nə dedim ya, xalaya deyirəm. Dostlar, şeydir, mən dünənləri yenə hansısa məkanın içindən keçirdim, şeydə, İstanbulda, nəysə. Ərəbləri gördüm. Bu ərəblər dayanmadan qəlyan çəkir. Yəni, sən nə, bu mənə toxundu da, nə mənə də toxundu. İnsan nə qədər qəlyan çəkər və qaqaşın birini gördüm ki, bir dənə dişdəyi aldı şeydən, sandviçdən də. Onunla da sürətləşdi və dedim ki, yox da, yəqin ki, mənə elə yap. Ətrafa baxdım ki, 6 dənə stoldur, ta ki, altında ərəb vardı. Hamısının qabağında qəlyan idi. hə, yəni, zaten orada hərəsi mədəniyyət özəl var. qəlyan. Hə, özəl qəlyan. Yəni, bu qədər Bəli, Bir şey bəli. deyəcəm bundan bağlı. İçində olmusan? Çində bəli. İçində, hə, Pekində. Yox, Peki. Pekində olmaz. Keçən dəfə şey dedi, Regina dedi, Pekində olanda deyir ki, onlar nə deyirlər ona, Çinin milli geyimlərində gəzirlər şəhərdə. Ümumiyyətlə hansısa millətin bu həmin millətə aid xüsusiyyətləri göstərəndə full. Qəribə oluram ki, yəni məsələn ərəbsən deyə mütləq qəlyan çəkməli deyilsən də. Yəni bütün ərəblər də qəlyan çəkməli deyil. Çəkə. Bəs Dəvil xan, bu verişdə sən nə qədər rahat çəkirsən. Dövrümüzün sabiri. Dövrümüzün sabiri. Və yaxud da Çində o şeyi öyrənəndə dəli oldum ki, necə yəni? Elə bil ki biz o Qafqaz geyimi var. Elə bil ki biz elə gəzirik. Ləzginka ilə gəzirik bütün gün olaraq belə. Ştativlər kimi. Mən ərəblər haqqında belə bir mövzu bilirəm. Quşlayarsan məsələn. Yox, quşlamayacağam, yox. Deməli, sən əgər Ərəbistana gəldinsə, kimisə hansısa ərəbin evinə qonaq gələndə, sənə qabağa çayla bir yerdə premo qalyan qoyurlar. Bir dənə balaca hə. Bəs şey deyir, soruşurlar ki, necə haqq vermək olar. nanəli. basıb qoyurlar qabağına. Bəs şey olur görən, bir dənə kömürü dəyişəcək. Olur, hə. Sən tutaq ki, şeyə gedəndə çay istəyirsən, nə bilim, Polşaya getdin, yoxdur, amma dirəşirsən ki, mənə çay ver. Hə. Nə, Amma Azərbaycanda var da qəlyan var axı. Bildimi, sən dirəşmə də, Amma yəni Azərbaycanda qəlyan bu ver. qədər də yoxdur da. Gəlmirsən bura denən ki, şəkər bura ver. Yox, ərəblərin özü qalyanı çox pis eləyirlər. Çox pis. pis eləyirlər. Hə, mən Abu Dabidə bu yaxınlarda istirahətdə olanda. Dövrümüzün sabiri. Dövrümüzün sabiri Abu Dabidə. Hoppa. Vay nərə, vay necə tutuşdurur. Çəkdim, dedim mən bir dənə qalyan gətirin, axırıncı pullarımı atdım o qalyanın üstünə. Bir ki pox, qalyan pox. Nəyi pox idi? Mən qəlyanla bağlı heç nə bilmirəm. Çəkəndə deyirlər bu belədir, bu yandırır, bu falan şey. Mən də belə bərk fanatı deyiləm. Gördüm yan masada kimsə çəkir, dedim ha mən də çəkim. Kimin influencer. Moşum sifariş elədim, gəldi. Tüstüsü çox zəif idi, nə bilim tamı bir tər idi. İzah da eləyə bilmirsən masa, ona görə elə bir türklərdə dəmi qaynadırlar. Azərbaycanlılar xaricdən nəyi gətirirsən gətir, onu möhtəşəm hazırlayırlar. Hə. Bu Nəyi böyük gətirsən iddiadır, gətir. Misal, Böyük qalyan. Misal üçün də atıram, tutaq ki, künefə gətir. Yəni uzağı Künefə bir il qəşəng. lazımdır. Hə. Bir il sonra Yox, Fərid, onda paxlava bəs, türk paxlavası. Hansı? Türk Türk baklavası. bağlamasını Türkiyədə hər yerdə Türkiyədə yaxşı tapa bilərsən. Ya. Yəni də verirlər də, yəni ortalama verilir də. çox şey qəşəng bacarırlar. Yəni Madoz adı verir də, yəni. Halal olsun Azərbaycanlılar. Azərbaycanlılar, xalqım Azərilər. Azərbaycan xalqına halal olsun. Azəri türkləri. Bəli. Belə. İstəyirəm oğraş sözü haqqında danışaq. Oğraş. Oğraş. Oğreş. Bu necə sözdür sizcə? Oğraş məncə artıq olmur. Tonlamadansa. söyüş olmaqdan tamamilə çıxıb, artıq bir əzizləmədir. Damaşni söyüşə keçib məncə. Yəni məsələn kimsə haqqında deyirlər, çox oğraş qədədir. Yəni ki, çox belə Amma Tərlan şey yerinə də, görə deyib gülən. məncə yerinə görə bıçaqlana bilərsən. Yes, Hə, yes, bir də intonasiyaya görə. Yox, məsələn kiməsə gəlib desən görə ki, dəyişir. oğraş oğlu oğraş desən kiməsə, hə, bəlkə Oğlu yox, onda. özünə belə bəzi yerlərdə. Yox, qardaş, o oğlu sözünə görə misal üçün
Zor oğlu zor. Bunu desən, Yenə biraz bıçaq qalarsan ki, soxun görə. Bir də bir şey deyəcəm. Kiməsə it qızı desən, səncə bunun anasına söyürsən, yoxsa atasına? İlk ağlınıza nə gəlir? Ana gəlir. Məncə ata gəlir. Məncə ata. Ata gəlir. Məndə ana gəlir. Məsələn, oğlu it qızında məndə də ana İtin gəlir. qızı. Ana gəlir. Ha. Kimdə ana gəlir? Məndə də Əlin ata qaldırsan. Çoxdur. Məndə ata gəlir. İzləyicilər Oradan- ki, Əlinizi qaldırın. Yəni o tip qızı oğlu söyüşlərində çox üzr istəyirəm ifadə bir dənə qəhvə balasında ana gəlir. Hə. Qalan hamısında amma ata. Bəs oğraş nə deməkdir? Mən də maraqlıdır ki, Rush ingilis sözünü Yunan. götürüblər də. Rush. Oğraş məncə Rashbi. Rush. oğurlamaq sözü ilənmi əlaqəli olar, yoxsa Oğru. oğru sözü ilə çox Oğur. Oğrament. Oğramentes. oğurlamaq. Belə versiyalar da var. Oğranc. Oğran. Oğru, hə, ləhcəyə bağlı əziz olan bir şey. deməklə. Bizdə oğreşdir. Oğreş. Oğreşin biri Bəs sizdə oğreş. götvərəndir, yoxsa götvərən? Götvə. Götvərən, bəy. Ya tam n yoxdur axırda. Götvərəm. Yəni əsini deyirəm. Verən yoxsa vərən? Vərəm xəstəlik. Bəs niyə verən deyil? Amma verən daha məntiqli deyil. Verən Azərbaycan şeydə, yəni tam qrammatika verən, vərən. deyir ki, əsasən kişi cinsinə aid olan təhqiramiz söz mənası qeyrətsiz, abırsız, arsız və fucking asshole deməkdir. Və namussuz deməkdir. Amma mənə oğraş sözü çox namussuz sözü ilə belə. O vaxt Yəni, o Amma vaxtı o elə idi də, nə bilim, bir qeyrət, bir namus kimi. qeyrət bir namus ayrı şey. Yo, onun sinonimidir Hə, oğraş. mən Oğraşın məncə yenə içindən də. çıxan bir sözlərdir də o. O vaxt idi. Hal-hazırda Hə. indi o qədər oğraşı şey bəsitləşdirdilər ki, oğraş belə oğraşa Oğraşlar o var. qədər çoxaldı ki, Hə, oğraş sabit. Oğraşlara salamlar. Bəs balqabaq qutabı xoşlayırsan? Zəhləm gedir. Öpürəm səni. Yesəm böyük Balqabaq zəhmət qabağa. gedər. Niyə qutab olsun? Məsələn, bir şey ki, adı balqabaqdır. Bu Bakılıların mətbəxindədir amma hə. Mən heç bir aidiyyət Dəvə yoxdur qutabı qardaşım. bəs Məncə yemirsiniz? yox. Dəvə Mən elə qutabı. bilirdim. Dəvə qutabı Ola Bakıların bilər. mətbəxində. Onu da yeməmişəm. Corat, Dəvə novxanı, hormonları. hə, orada da Heç belə. vaxt balqabaq yeməmişəm. Bakı mətbəxindən. Yeməyəcək. Yəni Bakı də- mətbəxindən bir dənə yemək dənədə onda. O çox Qutab. Çox qəşəng. çox qəşəngdir. Qutab nöşün Bakı olsun. qutabı. Bakı qutabı Fast food yox olsun. da. Fast food yox hə. Bakı McDonald's. Düşbərə. Bakı Burger King-i. Ağlı heç nə gəlmir Elxan Bakı. Düşbərə də, düşbərə. Bakılı deyilmiş onda. Düşbərə Gəncədə də var, bizdə də var. Məncə Nə düşbərə dəxli var, Bakı yeməyidir. yox. Nə dəxli var? Elə Hardan deyil. tap- Bakı Bakı düşəsi. Olsun qutab, yaxşı olsun qutab. Qutab. Göy qutab. Göy Qarın qutab çox mındardır. Açırsan, iyi gəlir üstə. Doğrudan. Bir heyvan qarnını nöşün Mən yeyəsən. bişirən vaxtı deyirsən yəni, amma yeyəndə zor gedir. Yo, yo, Yo. Bakı Göy kətəsi. qutab. Bax, Göy qutab, hə, maksimum doğru. ət qutab. qatıqla, sumakçıq. Yes. Bəhram Bağırzadə. Salamlar. Salamlar. Salam Bəhram bəy. Ha bir dənə dayı var idi, İçəri şəhərdə danışır ki, köhnə Bakıdan danışırdı, amma bu lap köhnə Bakıdan danışır da. Sovetdən əvvəl. Zarafatsız, Sovetdən əvvəlki şeydir. O vaxt orada Şirvanşahlar var da. idi. O Nefti çıxardırdıq biz vedrə ilə. Orada oğrular vardı, ora girə bilmirdik. Burada falan şey vardı, ora girə bilmirdik. Zat belə Ancaq da yaxşı negativlik dəyişib var də, ya. yəni Bakıda da onda yaxşı şey dəyişib də. Mən yəni. həmişə elə hekayələrə qulaq asıram ki. Yox, Səndə var köhnə Bakı romantikliyi bəs. Yox. yəni də çünki Mən qəşəng də oldu olmuyor. çəkdim hamısını qurtardı zaten. Qurutdun. Qurutdum. Amma bir dənə Hər cürə. Xaricə gedənlərin bu Bakı həsrəti mənə o qədər fake gəlir. Yəni qayıt gəldi. Nə kimi? Nə misal kim kimi? Bax özündə Aydı deyirsən, denəndə adını çəkdi. Ayda da, Aysan Ayda Ayda salam. salam. ayda salamlar. Orxan Zeynallıya salam. Gedir şeyə Bakı ilə bağlı nəsə edit Bakı. edirlər. Şeydir, bombadır, nə bilim, dron uçur falan filan. O dəqiqə paylaşıb yazırlar ki, nə qədər Bakını söysən də burada olanda darıq. Mən hansı videolara Çıx gəldi onda, nə dirəşmirsən? Propka Amma elə videolar paylaşırlar. Bilirsən, Propkadır. Hə, Adam hə, dəqiq Bakını bu qədər şey Ola eləyirlər. görmürsən maşın getmir. Elə bilirəm Azərbaycanlıları aparıb İstanbula da qoysan, yalayarlar İstanbulu. Bilirsən, Bakını bu qədər yəni düzdür, Bakı Bakı Gözəl nəsə bir şey, şəhər, qız mehriban qalası zadı var. diyar. Amma o qədər yalanası bir şəhər də deyil də. Niyə danışırsan? Səhv Yo, danışırsan. yo, mən də baxdım, o deyil, yox. Səhv mən də Katılmadım. İsmaillə razıyam. Bakılı olaraq. Bakını yalamaq olar. Yo, Bakını yalamaq Sən olar. çıxanda danışacağıq. Bakının Məncə elə yox, ya. iminli qala divarların yala-yala bitsin də, yəni. Bitməz Bitməsin də. Krug vurur. Bitməsin, hə də zordur. Çünki tərəf. Amma formula metroya minib evə qayıdarsan sonra. Formula 1 şeyində Bəs- vapşı zor olur. Üstü qırır evdə yaşamısan. 100%. İndi də 100%. elədi. İndi Biləcərdəki evim elədi. Yox, qır idi. Sonra üstünə bir dənə şifr pul gəldi çişdərmə. Yəni Bakılılar hələ də eləyir hə bunu. O vaxt eləyirdilər, indi nə bilim, bəlkə də eləyən var ha. Sən bayılda qalırsan. Bayıldı indi qalam. Banka. Ha, sən də çox Keçdi, rahat hə. gəldin hə bura. 100%. Şak deyə gəldim bura. 3 dəqiqə. Banka. Gözəl. Bəy gəlin fotosessiyası yazmışam. Mənə görə çox belə Elə belədir. narahat edici bir şeydir. Bəy gəlin Hə, fotosessiyası. özünü yox. Fərid. Bəy və gəlini yox.
ətrafındakıları görürsən sən. Nə bilim qohumlar Kortej gəlir durur burada parkın qabağında gözləyir Deyim ki, bunlar hansı şəkil çəkdirsin. narahat eləyir. Güya bunlar marjinal, McDonald's yeyirlər fotosessiyada. Bunlar burger Kafe yeyir. içirlər. şeylə geyimləri də başqadır. Toydan sonra McDonald's-a gəlir bunlar. Allah hələ toydan sonra gəlirlər şeyə, Reyvəzada. Ala get yat da. Necə Göt pis olur. olursa, bax gör ziyandasa. Bir də bu 100% anata deyir şey ki, ay var, bu love story var. Baxırsan ki, tamamilə qeyri-səmimi Elə bir deməli, Cəmat pul çəkiliş. qazanır. Yox, Allah bərəkət versin. Cəmat yaman pul Mən bunu deməyimlə o dəyişməyəcək. Sadəcə baxırsan ki, yəni yalandan o deyil. O anları yadda saxlamaq üçün eləyirlər. O anları necə yaddasan? Biri Bunun var üçün ki, ssenari qurma da, bildin? O anları Biri var spontan getmirsən məsəl üçün də gedirsən. haransa gəzmisən, o şəkilləri yığırsan bir yerə, video düzəlt. Bilsən nə zordur? Toya hazırlaşma prosesini çək. Onu Öyle gibi yapmıyoruz. O istə qadınlardan gəlir ki, falan kəsdə görmüşəm, mən də istəyirəm. Kişi nədir ha? Gedək. Eləmisiz sizdə laf. Yox, məndə yoxdur laf. Mən eləmişəm. Məncə qadınlardan gəlməkdən də deyil. Məncə sən nə? Bildim Bir trend olur. Tutalım ki, indi toylarda şey var. Toylar kralı. Çərəsəbə Qırmızı bir vurma. dənə şey gəlməyə başlayıb. Qırmızı lent. Anam bacım qız gəlin. Qırmızı adam. Tatlar editdi da. Qırmızı adam. Hələ onun Tatlara dit Hələ onu nədir? Yoxdur. Tatlar editdi girirlər elə paravandan zadla. Dın dın dın. Duracell'ın şey, Dın dın dın. dovşan. Bakka bakka. Ala şey Mary Ben. Mən pul yollayıram. Hə. Bildim. Düt tatlar dit. Onun təzə bir versiyası çıxıb. Dory Dedim Band. onu keçən dəfə. Yoxsa yox. Çaqqıdır. Ərəb geyimində Kenan da o adamlardır. çaqqıdır. Belə gəlirlər, saxta $100 belə. Mən məsələn hansı görmüşəm? Yekə kuklalar var, görmüsüz onları. Gəlirlər oriental oynayır. Nənə baba Bu bir var. trend yəni. Bu olur deyə deyirlər ki, Ronaldo'sun gəlir. Mən də bizim toyda istəyirəm. da bundan olsun. Qoy bundan olsun. Yəni də nə gerek var yəni bu love Gözlə story ya. bir Love story bir məncə dənə odur. bir dənə qaqaş girib yazacaq ki, Antakloska köhnə mövzulara qayıdır. Nə bilim nə. Yaxşı eləyirik. Yaxşı eləyirik, amma o da it kimi yaddaşır. Halal olsun. Salam sənə. Təşəkkürlər. Dövrümüzün sabirindən. Hə, danış. Heç nə, bu deyirəm ki, love story-də elə bir trenddir. Qardaş, eləsinlər, özləri eləsinlər. Məni qohum kimi aparmasınlar ora. Sən hara aparırlar? Mən qardaşımı aparıb da əsəbiyəm. Şey olur, açıq Əlixan taxırlar, əsərdən öncə saçı cooldur. ağardı. Ağarıb. Saçım çıxıb və ağarıb. Yəni. Xoşbəxt olsunlar. Amin. Bunu da deyim. Deməli, kişilərə qarşı bir Aqressiya şiddet var. olan xəbərlər olur. Aha. Tutalım ki, atıram da, nə bilim, Salyanda hansısa qadın kişisini bıçaqlayıb, tutalım ki. Retki belə xəbərlər olur. Girsən altına ki, qadınlar full belə yazıblar. O vaxt orada nə işi var imiş? Mötərizələr. Ya nə bilim, yəqin nəsə zibili var imiş deyə eləyir. Amma bu boyda sarı baş. Ki şey eləyirlər də. İroniya İstehza ilə, ironiya ilə yazırlar. da İstehsal. bunu. Hə. Sən də istehza dövrümüzün sabirini burada da ona görə elə dedim. O gedib, ona bax bir dənə. Yoxdur. Hə, güya ironiya ilə yazdı. Amma bir talih olur. cinayət haqqında yəni girib bunları da yazmayın da, yəni tamam biri istehsal olsun, çox layiq. İstehsal kampaniyası. Futbolla aran necədir? Futbola qaydaq. Aha. Futbolla aran necədir? Ancaq Qarabağa baxıram. Oynayırsan yəni? Yox. Amma bəlk FIFA oynayıram 2025. Varsa cırışaq. Bunun uduzluğunu hələ görməmişəm ciddi. Doğrudan bir əllə udaram. Məsələn, sən bu da hamı ilə danışır ha. Hələ ikimiz də cırılırıq. Ortada da heç nə Mən yox. heç nə demirəm. Ya hansı komanda? Yaxşı, hansı komanda ilə oynayırsan? Sən davamlı oynayırsan bunu. İt kimi oynayıram. Fərid Nola kapışında bir dənə. Kapışaram ya Yo, kapışmağına. hansı komanda ilə Direkt bunu oynayırsan? çəkək Favorin video. hansı komandadır? Bir sənə mən uzun müddət Bavariyanı oynamışam. Poxtayıq. Sən hansı ilə Bayern oynayırsan? München. Dəyişər də City, Fərid. nə? Yox, bir sən nəyə görə? Bax, Realo götür. 2023 olsaydı, bax indi belə çıxıb oynayardı o dərəcədə. 25-dən şübhələnirsən. Yox, bir sənə uzun həm bilmirəm həmişə şeylərini, uzun müddətdə oynamıram da. Yox, amma yenə də Əgər okeyəm. bu video 10.000 like yığsa, növbəti video biz Fəridlə cırışırıq. Vlog. Ay, Bəli. gözəl. Əlifə Rəcəbovdan şok açıqlama. Dövrümüzün sabirindən şok açıqlama. Cıraram Fəridi. Hətta Taleyə də gətirin. Çünki Talehlə də oynayırdı. Tale zəifimdir. O Tale Taleh zəifimdir, bəli. Bir dənə Udmuşam. aydın deyib qoyaq. Tale zəifimdir. Getdi. Yüzbəyov Tale. İndi 10.000 shortsa like gəlsə oynayırsınız. Şortsa niyə? Əsas video. Sən ara vurur. 500 min 10.000 bizə maksimum. Kim söyləyəcək qardaşım Azad çoxdur. da İlxan. Yaxşı 5000 like.
Nəyə? Hə 5000 like gələr. Bölümə. Bu Bölümə bölümə deyək, 5000 YouTube'da. like gəlsə biz cırışırıq. 5000 çoxdur. Məncə də çoxdur Əlxan. Bizə neçə gəlir ortalama like? Bizə 500 2000 1000 zat Bir dənə gözlə, bir dənə gözlə baxaq da, baxaq. YouTube videosu. 2500 like gəlsə biz cırışırıq da. Bundan da soxumsun verilişə də. 1000 elə gedək. bərəkət versin 1000 like. 1000 gələr, 2500 Bir yaxşıdır. dənə bir Bomba şey kimi. deyəcəm. Bir dənə şey. Tarixi deyək də, çünki mən o vaxta qədər biraz oynayım. Bilmirik. Bızıtdın Yox, deyəsən. nə vaxt paylaşırsınız? Minimum həftəyə. 1-2 həftəsi var. 1-2 həftə sən get məşq elə də, vaxtın var. Yaxşı. Şey kimi də daha ged öyrən gəl. Bəs Hə, udan hə. uduzan? Hə? Udan uduzan? Yeyib içmək. Doğrudan. Ha, olsun, 100%. olsun. 4 bəs sən uduzsan 4-ümüzə də versən. 100%. Qəşəng, gözəl. Yenə yaxşıyıq biz. Şey nətər Ya olur? bir nəfərə verəcəyik. Reglamenti nətər olacaq? Yəni tutaq ki 3 oyun oynayırıq, 5 oyun 10 oyun. Oy, çox Zor çox. Tələsən yeriniz var. Yox. Vəsə. Bunların kayfı sınacaq. Yox, mən baxaram. Sınacaq. Yox, Yaxşı, problem deyil. sınmaması nə üçün qədər? 10 6 dəqiqə. oyun. 10 oyun 2 saat, 3 saat gedər. Fərid çox iddialı danışdı Zarfas Əlixan. İlk Həmən dəfədir birinci ki, şeydir, psixoloji boğuram. o da ola bilər. hə. Bunu çəkəcəyik də yəni ki belə video kimi. Like-a baxırıq da. İş orasında ki, təsəvvür Elxan mənə qoyur da bir 10 dənə zat. O getdi deməmişik. Və cavab verir ki, o vaxt dis atmışdınız. Bax. Allah, adam belə eləyir, adam belə Cavab Hər verir. qol vuranda deyir Allah bu da dallı var. Talihdə var, hər dəfə qol vuranda verir. O Talih Hizbəyevdən şoka çıxdı. O boyda Talih Hizbəyevin dediyi sözə bax. Bəs yaxşı, belə futbol oynayırsan. Belə futbol oynayırlar. Azmedia liqası məni niyə çağırmır? Başa düşmədim. Azmedia nədir? influencerlər. Futbol. Mən futbolçu olmuşam. Sən tanınmış deyilsən də onda. qəşə soxdun. Fərid çoxdəli futbol oynayır həqiqətən. Amma orada da tanınmamışlar var. Var. Yəni ən azı baxın. Mən sənə tapşırım ora. Mən həll eləyəcəm. Bunu da sən. bir dəfə oynasa, Vəsə, okey. olacaqlar. Biz həmin Bəlkə komanda yaradaq. onu Gözəl deyirəm olar. də yaradaq. Gözəl olar. Bizim 5 qara komandada pişik. əla. Özündə nə Talih deyirsən, istəmirəm. beş qara Çünki fenomen Ronaldo kimi kilo oldu. Hə, yo, o çox pisdir. O oturur qabaqda pas gözləyir ki, Heç mən olmasa verim bir buna. oyun gedək. Mən qalkiperəm, qardaşım. Qəşəng. Mən həmişə qapıda durmuşam. Yeyən Bəs vaxtında yaxşı qapıda neçə durmuşam. nəfərdən ibarət oldu? 10-11-dir də. Neçə 11 nəfər. Bizdə ikisi getdi. Hə, bunlar o da Biz eksiz elemanıq. Onda biri trener olsun da, biri məşqçi olsun, o Biri də birisi də yardımcı. ki, yardımçı. Vəsə. Yaxşı 3 var tutaq ki, sonra kimlər? Bunu görənlər bəlkə onda Hə, fanatlardan, fanatlardan izləyicilərdən. olsun. O Okey. özünə güvənənlər ayağa Olur top yazırlar tutanlar. arada özdə futbol çağıranlar Əla. olur da. Çox. Gözəl olar. Gəlsinlər, kasting keçirəcəyik. Hə. 10 dəfə çilənə. Yüzdən çiləyirlər. Onda göy adamımız gəlsin. Aha. Verilişimizin baş sponsoru Soda sodalarıdır. Soda. Yeyinti üçün. Verilişimizin o biri baş sponsoru aviasiyas.az-dır. Aviasiyas.az. Gəzinti üçün. Gözəldir. Sən şey deyim, səs tonu necə oturdu? Sandaka orada gəlmirsən 2 bölümdə, orada yadımızdan çıxır. İnşallah, solidumuzlar. inşallah gələcəm, narahat olma. Samavarla aran necədir? Açığı yoxdur aram. Doğrudan. Yəni onun qala, növti gəlir içindən, taxta at, nə bilim, zanoza girsin, barmaq var. Götür dəmlə də al da. Niyə uzadırsan? Yo. Heç belə Çox- cavab gözləmirdim Əlxan. Doğrudan. Sən Sən gözləyirdin Elə ki, bilirik ki, sevirsən. Ay sən. o vaxt pis. Yo, hələ evdə şeydir, elektron bir də. Kettle. Kettle. Yəni samovar Düyməyə bassan telefonla Tefal. şənk-şünk. bombadır mı deyim, bombadır məncə. Amma son vaxtlarda ki mən də belə düşünürəm ki, Bozub. bir Yorur. Şey Yəni yoxdur. o Azərbaycanın bir şeyi deyil axı. Romantikadır ya belə. Romantikadır. Samavar. Romantikadır. Samavar sözün mənası nədir ümumiyyətlə bilirsiniz? Samavar. Sam, Ruskayazıçnı. Nə Sam, özü. Samaglazna. Samaglazna. Sam özü. Avarda qaynatmaq. Avar. Avar yox. Var nə bilim nə də. Ama şeydir, var doğrudan. Var. Samvaritsa. Yəni var. özü Özü qaynayır. qaynayır. Özü qaynayır, bəli, samvaritsa, samavar. Bu arada samavar. Samavara salam. Amma çox istəyirəm şeydir. Azərbaycanda belə bir adam çatışmır. Papaq Məsələn. kafesi olub. Məsələn, Samavar Əlixan. Belə bir adla, Yo, Samavar adı ilə adam Əlixan, olmalı belə bir. Əlixan dövrümüzün sabiridir. Sabir Xahiş yox, edirəm. Dövrümüzün demirəm. Samavar Samavar da Əlixan. soxursan, Nümunə kimi dedim. yükləyirsən. Məsələn, ona yaxşı Talih Hizbəyov olsun. Dövrümüzün Ya sabiridir. ya. Talih Dövrümüzün olsun, elektron tamam ki. siqareti Talih Üzbəyov. Talih Talih Hizbəyov Adı elektron başqa bir adam siqaret. denə də. Kim? Bir dənə adam denən. Mehdi. Mehdi. Sadiq. Məsələn, Sadiq. Samavar Mehdi. Yoxdur deyirsən belə bir adam məşhur. Olmalı yəni, Samavar filan kəs. Məncə kəndlərdə zətdə ola bilər Tərlan.
Samovar işinə baxan Samovar bir adam. Hikmət. Samovar işin ay sağ ol, Samovar Hikmət. Kim? Samovar. Amma məsələn necə? Hikmət Deli samovar qaynatmağa nə məşhur deyil. Hikmət samovarla o vaxt Samovardı. ayı öldürüb tutalım Hə, ki, bildin? hə, Yəni belə bir hə. şeylə də ya da bilmirəm. Bir də samovar qaynadıb aparıb qazın üstündə dəmləyənlər var. Plastik çaynikı qazın üstünə qoyub dəmləyənlər var. Plastik çaynik nədir? Plastik çayniklər olmur. Tefal. Tefal Ha. kimi. Ha. Adını da çəkdi, bipləyək bunu. Tefala reklam olar. Şimdi qoydun Tefala hər yer. Tefala sal. Kefal. Ha, Nə onu varsa da səndə qoyurlar. var. Belə demək samovarı da xoşlanır. Önəm. Belə olmuş. Sən bir şey, Bakılılar haqq eləyir səni geydirməyə. Qutabı xoşlayır. Nə Yox, samovar? qutabı xoşlayıram. Kim Şeydə balqabaq qutabı. Balqabaq Mən onu qutabı Bakı xoş- mətbəxindən bilirəm. Bəs yaxşı bir dənə şey deyim. Bakı 1996 dönərini sevirsən? Deməli Xətayda bir dənə dönərxana var. Həz dönər. Həz deyirsən. dönər ha. O gün Çox gedəcəkdik. bombadır. Çox Getmədik ya o gün. dadlıdır. Şey deyirsən, içinə basırlar ya. Qardaşım minirik buradan çıxırıq yerim. Onda belə Ora eləyir Əlixan. geri yeyirik. PlayStation oynayırsınız. Qonaqlığı orada eləyək. Heç uzatmayaq. da. Yox, yox, elə oturduğumuz yerdə qonaqlığı mən verim. Nə dəxli var? Deyirdim ki, bunu da aradan çıxardaq. Yox, Bir də yox. dönər orada Buradan yeyək. sonra geri dönərə. Buradan sonra Hə. bomba kimi. Ya çünki acam. Allah. Əlixan bir şey deyim. Deməli sən gəlmədən biz 5 dənə şaurma zakaz elədik. Birini sənə hesabladıq. Aa. Prosta Nihadı nəzərə almamışdıq. Nihat gəldi verdi. Doğru. Ona görə də Nihat dönə hardadır özü? adını da çəkdim bu. Sonra. Görünmür axı. Hı hı. Görünmür axı. Yox, bu ona adam görə. da. Nə niyə xüsusi Görünmür də, görünmür. Adam yoxdur axı. Hə. Vayner axı. Sabirdir. Sabirdir, Sabir. Sabiri. Sabir. Bəs Sabirdən bir dənə nəsə dənə də. Heç nə bilmirəm. Yaxı biri var idi. Ay, nə? Ay Ay yaşa, çox yaşa. Görüm elə sənin elə 100 yaşa. Millət necə tarac olur. Fərdanı sevirsən Əlixan. Fərdan Fərda ilə bir yerdə qastrolda olmuşam, Jenevada. Okey də, nə olsun. Başqa şey soruşdu. mizahını Sən sevirsən. ancaq fırladırsan. İlk çıxdığı vaxtlar deyim yaxşı. Təksəbir vaxtları maraqlı Mən də idi. tək səbir vaxtları maraqlı idi. Amma bu son Zirvə idi. elədikləri var. Hə, son Cem Yılmazın götürdükləri var. Ay yaşa. Volt. Yəni də Wolverine. Volk. Ayrılandan sonra dost qalmaq məsələsi. Kimlə? Dostun, oğlanla yoxsa qızla? Fərqi yoxdur. Yəni qızla tutaq ki, ayrılmısan. O oğlanla necə? Yox. Sən olmusan? yəni mən ona inanmıram bu arada, hə. Ayrılandan sonra heç bir şey ola bilmirsən yəni. ayrılmısansa sözə nöqtəni vurdun da Niyə toçka. fuck buddy ola bilirsən? Bu arada bizə bir nəfər yazmışdı O dostlar. nədir? Canlıdan ayrılandan əvvəl. sonra. Ha. Salam, bilirəm biraz qəribə bir şeyə görə yazıram sizə. Sizdən bir xahişim var. Sizin 19-a olan çıxışa sevgilimi dəvət edərkən mübahisə elədik və ayrıldıq. Sizə baxmağı çox sevirdi. Sizdən bir xahişim var. Adilə, Kamil səni çox sevir. Barış onunla Kamilə dediyi video salamlar. falan. Amma bunu bəzi Özü canlı vaxtı evlənib demişdi. bəzi o Nə? qız. O qız Canlı evlənib. vaxtı demişdi. Yo, maraq bunu. Leon deyəsiydim ki, Qız görəsən evləndi. ayrılıb. Yəni soruşarıq. Yəni ümid edir ki, barışıblar. Bu qədər vaxt ayrı deyillər. Çünki bu qədər vaxt ayrıldılarsa. Düzü barışma qalıb yəni, Hə, getdi barışmaz barışma. da Amma yenə də bilmirlər. Amma yenə deyək, də Adiləyə deyək ki, salamlar. bəs- Prosto yəni çıxışa dəvət eləyərkən mübahisə elədik deyir. Elə bil bizim canlıya dəvət O eləyən. sizin vaxtı. ayağınız düşmür. Siz nə edirsiniz? Kimsə Bu mübahisə dağılır. nədən olmuş ola bilər ki? Gedək Antakloskaya. Bəlkə qabaq sıradan olur. Bəlkə qabaq sıradan. Necə yəni sən onları elə deyə bilmərsən, zət dalaşıblar. Bəlkə şey olub da, Vurub. məsələn, qabaq sıradan alaq. Yox, qabaq sıradan nə edirsən? Qabaq sıradan gör Qabaq sıraya salamlar. neçədir? Arxadan alaq zat. Arxadan görənməyəcəm axı zat. Kamil yazsın bundan bağlı. Kamilə Kamilə salamlar. Ayrılıblarsa da dost qalsınlar, xahiş edirik. Qalmasınlar. Olmur axı. Düşmən olmasınlar. Düşmən olmasın. Sevərək ayrılsınlar. Kamil palançılara da salam. Yox, dost olsun da. Nəyirsən Əlixan, bu aralar nə ilə məşğulsan bəs? Heç nə ssenari yazıram. Ancaq da bunu edirsən. Ortaya bir şey Mənəm çıxartdı. talib Sən qısa oturub yazıram. filmlərini Sevirik. Çox Hansını? maraqlı. Misal Ümumiyyətlə, üçün. hamısı. Birindilə də. Qəbir məsələsi var. Fabrizio Adı Zabel. gəlir. Fabrizio Fabrizio Zabel. qəşəngdir. Sonra biri də var idi. Ən axırda Luger. paylaşmışdı. Luger. Yox, adları bilmirəm. Victoria. Victoria çox qəşəng. Victoria çox qəşəng. Doğrudan. O trend oldu. Victoria Victoria mahnısı- Secret. Victoria mahnısı çox zor idi. Serialdan Sonra əkişdirmişəm onu. Gördüm mən. Başqa nələr var idi? Başqa qısa Sən bilməzsən. O yüzden metrajlardan. niyə soruşsan? Doğrudan sən. Yox, yəni Sən baxmışam mənim prosta yadımda, fanatımsansa- yox da Yox, yadımda yox. qalanları dedim də. Ən qəşəng O, Bəs nə vaxt dedin ki, Əlixan tutuzdurdum deyəsən? Hələ də Doğru, deyə ha. bilməmişim. Yox ya. Düşünürsən, yox, Amma yəni Yaxşı qəşəngdir da, də. ya. Yəni bu şey kimi deyirəm ki, devamlı. Əlimi sıxdı. Yaxşı alınır. Çox sağ ol.
Hə. Tutuzdurmaq əslində mən çox istəyərdim ki, bir dənə qəşəng qısa metrajlı gedək. Seks videosunu danışdıq axı biz. Ayıbdır. Uşaqlar izləyir. Əslində sən deyirsən nə? Çox istəyərdim ki, beynəlxalq festivallarda iştirak edeyim. Dəvət elədilər, yazmadım. Ya, Taliyə. Yazdılar, mən cavab vermədim. Bu nə deməkdir? Elə ona görə tutuzdurmursan. Cannes Film Festivalı. Amma elə bildik bu gün də fırladasan. Mənim dostum, yox. Yaman gec yazdınız da. Səhər yazmışdım. Ya, özümə gələ bilmədim. Bizdəki 3-cü disi də qoyaq. Azər Quliyevi tanıyırsan? Tanıyıram. Kanda olub, yeganə Azərbaycanlıdır ki, onun filmi nominant olmuşdu. Dominant? Dominant. Məsələn, bir şeylər eləyirsən bunun üçün, heç olmasa çəkirsən. Əslində yox, heç nə eləmirəm. Hekayə tapmaq lazım. Tapmaq yox, ümumiyyətlə uğurlu bir hekayə olmalıdır. Unikal olmamalıdır. Sənin hiss etdiyin, səni narahat edən mövzu olmalıdır ki, o uğurlu olsun. Ha, deyim də o uğurla LGBT ilə bağlı bir dənə basırsan. Mən narahat eləmirəm. LGBT qadınları ilə bağlı bir şey eləsən. Onu da eləmək istəmirsən ki, qadın haqları tapılsın. Yəni Kanda olan ümumiyyətlə short filmlərə baxmısınız? Yox. Orada heç birində o mövzular toxunmur. Bu arada Nadir hələ də alqışlayır, bəlkə də bitibdi, bilmirəm. Nadir, əlasan Nadir. Kan dediniz, o yadıma düşdü. Elə də yazıram da, hələ də pul olar çəkərəm. 2-3 dənə ssenarim var, hazırdır. Hələ güvəndiyin, inandığın ki, ola bilər bu. Birinin adı eşqdir. Birinin adı seks. Rəvayət adı kimiymiş? Abala, sən seks istəyirsənsə, gəl atışaq aparaq, sən üçün də bir seks istəyirsən. Bizə bunlar dirəşirlər. Sən mənlə futbol, sən də seks. Bazdıq. Buradan çıxışda Tərlanı. Bir seksin gündəliyi. Hə, bir də şey var idi, deyirdilər, nədir? Bunu tutaq ki, şeydən fırladıb. Avropadan zaddan nəbinin fırladıb. Ssenarini zadda. Aç göstər. Mən fırlatmağı belə okeydir. Niyə? Çünki kütlənin əsasən böyük hissəsi sıradan şeylərə baxır da. Qoy nə Azərbaycanlılaşdırılmış versiyada. Yox, mən ona ümumiyyətlə şey fırlatmısan heç nə fırlatmamışam. Yox, fırlatsan tutalım ki, dedin nə baxam, hazırsı götürmüşəm hansı serialda. Mahnı fırlatmışam. Neyini bizdə bəstəkar yoxdur indi. Fikri deyim, nə fırlatmısan. Nə dedi? Başlıq, bizdə bəstəkar yoxdur. Hardasa fırlatmısan, tutalım ki, o çox Azərbaycan kütləsi ona baxmır da. Yox, elə şey olmayıb. Burada çəkmisən. Yox, elə şey olmayıb. olmayıb. Olubsa yazın. Dostlar, Xostlar. növbəti dünyanın ən dalboyov əşyalarından birini gətirmişəm. Buyur. Bu dünyanın ən dalboyov oyuncağıdır. Nəyə görə? Biləsiz indi. İncəliyin görün biləsiz nəyə görə. Yəqin ki tapasınız. Mən deyim, altında bu şey var ona görə. Gözəl. Onu bir dənə kamerada göstərdi Əlxan Zəmətov. Altını. Yavaş altın vurarsan. Bunun bataryası qurtarandan sonra bu maşın, bu oyuncaq heç bir işə yaramır. Bunu təkər yerə dəymir hə? Dəymir qabaq təkəri yerə. Sürə bilmirsən. Qıraq da orasına. Baxın da. Yoxla bir dənə bax. Bəs bunu kim alıb? Bu bilmirəm. Ay, Zeyd öz tapıb. Belə bir şeydir. Bəs bunun yanında nəyini səs çıxardır sadəcə? Yəqin ki, yox, bu fırlanır belə. Ora gedir, bura gedir. Basanda şey bataryası olanda da dalboyov oyuncaqdır bu. Basasan prava lazımdır buna. Yox. Tvorka zat. Sezonu keçib düzdür, amma qarpız barəsində danışmaq istəyirəm. Xüsusilə qarpız satanlar barəsində danışmaq istəyirəm. Bəli. Yəni neçənci ildir hələ də qarpız satanlar sənə garanti vermir ki, ala bu qarpızı. Bu zor qarpızdır. Daha doğrusu verir. Sənə yalandan garanti verirlər. Mən bu yay 4-5 dəfə qarpız aldım. Deyirəm necədir? Soruşuram da elə belə bir dəfə soruşuram. Əladır, başlayır o qədər şey danışır o qarpız haqqında. Nə desin, nə pisdir deyə istəyir. Sən bir qarpız işinə girirsənsə, get qəşəng qarpız tap da. Götür, nə bilim axı bir 10 dənəsini, 20 dənəsini kəs. Təxmin elə ki, mənim qarpızlarım belə qarpız. Şey var, üçbucaq kəsirlər dilim. O yoxdur ki, masonlar. Bilmirəm. Mən evə kəsilmiş qarpız aparmaq istəmirəm. Orada qarpız kəsdirib, kəsildi sonra. Amma qarpız, sırf qarpızda belə bir şeyin olmağı mən biraz qəribə gəlir. Qarpız satanlara biraz orada pis oluram. Niyə? Çünki məsələn alma satan girib almanı kəsib yedirtmir ki, ala bax, zordur. Bildim qardaş. Onda sən bu qarpız haqqında yalandan tərif yağdırma. O heç, orası elədir. Nə yazsın onda şeydir? Amma sənə desə ki, normal qarpız yazsın. Yox, bu qarpız necədir? Bilmirəm, hardan bilim. Bağlı qutudur. Kəs elə cavab ver mənə. Bəs ChatGPT niyə istifadə eləmirsən? Sənə elə cavab versə sən almayacaqsan. Deyəcəksən ki, sən dalbayobsan, qardaşım. Hər ehtimala dalbayobsan deyirsən də onsuz da. Çünki səhv verir. Bilmək olmur qardaşım, bağlıdır. Ay, bilmək olmur da, onu deyirəm. O da ona görə davranmalıdır da. O da öz məhsulunu satmalıdır axı sənə. Deməlidir ki, qaqaş bombadır. Sən bir dənə hələ
aç evdə bax, bomba şey Bu bilirsən. vicdansızlıqdır da. Yaxşı köləlik dövründə elə bir şey olmuyor ki. Deyirsən ki, pis olsa, bax gətirib Buna qaytaracam. Ən azından anlaşma sağlasın elə bir şeylə. Deyir, gətir qaytar. Onda bilirsən ki, Bəs hardan biləcəyini qarpızı? Barkodundan ƏDV-si ilə. Yoxdur, yəni Çox qarışıq. pisdirsə tez gətir. Amma Ticarəti- bir dənə belə bir şey deyim qarpızla bağlı. Məsələn, hansısa bir alma ağacı var. Bilirsən ki, bu alma zor bar verir. Bu alma şirindir. Məsələn, bu biri alma turş almadır. Bilirsən də, sortu Bu ağac bilirsən da ki, deyil necədir. də, torpaqdır. Bu da nədir? Qarpız nə? Bostanda olur da. Hədə qardaş, bostanda sənin Gilə meyvə. Elə bir qarantiyan yox. Ha, nə bilim 300 dənə qarpızın var. Hə. Götürərsən bunun, hadi 20 dənəsini kəs. Ortalama biləsən də. Ay usta. sol. Ya da belə məncə bunun çıxış yolu budur. Statistika deyil. Ən azından Yaxşı, eləmək olar. belə bir Bunun ərazi çıxış yolu deyil. budur. Bir dənə burdan kəs, bir dənə Ay, burdan sağ kəs, ol. bir dənə burdan kəs. Biləsən ki, bu ərazidə vəziyyət nədir? Məncə bunun çıxış yolu budur. Mən nəyi Qarpızı deyir ki, bəyənmədim? qarpızı götür apar evə, kəs, yaxşı çıxmasa, 2 qat ödənişini gəl qaytarırıq. puluvu qaytarıram sənə. Gəl ya da başqa qarpız. Bizdən verirsən. ucuz yerə O tapsaz, niyə? Qardaş, İki qat 700 dənə də şey var sonra. yaxşı qarpızla bağlı, seçməklə bağlı. səsi, belə, məsi, burası ChatGPT-yə belə. bax, Bu nəyə səsi bax. necə olanda yaxşı Yaxşı qarpız? sən nə istəyirsən? Mən istəyirəm ki, qarpız satanlar bu Adamın ticarəti sabiri şəffaf eləsin. Dəli oldu. Avalandı. Qapını döyürəm. Düşüb satsan. Yəni deməsin, yalandan tərifləməsin ki, bu qarpız zordur. Düşünürəm ki, zor qarpız. Yəni sən qarpız alanda belə niyə desin. soruşursan? ki? Məncə zor qarpız. Qardaş, Hə də, çünki hə. mən bilmirəm. Qardaşım lotereyadır. Sən gəlmisən ki, hə mən buradan udacağam, o da ha. Elə eləyirəm onsuz. Məndə Məndə götürdün, heç getdin, bəxtim ha. yoxdur. Sən onun quyruğuna bax, quru olmağına bax. Çox hə, onu deyirəm tötəşi də. quru 700 olmalıdır. dənə şey var bununla bağlı. Xəttləri var. Xəttləri Burası var, belə, bu bəli. dişi, erkək. Məsəl üçün vuranda bir eləyəndə o deməli dadlıdır. qunq qunq. Zor qarpız. Zor qarpız. Zor sual. Belə vurursan belə. Necə qarpızı? Zor sualdır. Bu arada çox bomba videodur. Amma heç kim bilməyəcək. Hansı? Harun Harun səsləndirib. səsləndirməsi. Zor sualdır. Hansı kinoydu? Bir qalan sirri qalan deyəsən. sirri. yoxsa? Kiçik biznesə dəstək ola bilər. Kiçik biznesə dəstək. Bunlar da tamam. Bu arada dostlar, bizdə canlıda bir nəfər bizdən corab istədi. Sən də söz verdin ki, Hə, Sərco. hə. O qardaş bizə Yazsın. yazsın Instagramdan Instagramdan. yazsın. Əlavə olaraq şəklini qoyacağım bir nəfər var. O da canlıda gəlib boks aparatına vurmuşdu. O da bizə yazsın mütləq. Açıqlı bir qardaşdır. Mən videomu niyə qoymamısınız yəni? Yox, onunla bir şey danışacağam. Hə. Sonra Bəsdir. Ayda bunu deməmişdim canlıdan sonra. Qoy bunu tez deyim. Hadi nə oldu? Deməli Ayan və Fatimə var idi. Ayan Onların gelirdi Belçikaya. Fatimə də gedirdi Flambiya. Litvaya oxumağa. Dedilər ki biz oxumağa Kəsiliblər. gedəcəyik. Kəsirləri var. Litvaya, amma Latviyaya getsən deməyəcəkdim. Çünki Latviya səfirliyi uğurlar. Sonra çox kiçik sahibkarlara dəstək Handmade Esi on altdan yazar. qoyarıq. Girib ona da baxarsınız. Bu qədər. Neynir bəs? Handmade esi, Əllə handmade, nəsə eləyir. Qarpız seçin. handmade şeylər. Handmade şişesi. Nə deyirlər? Toxuma Hə, də hamısı bu çantalar, qədər. plan. Handmade də əl işləri. Əl işi, toxuma Sağ olsun. sumkalar. Rusca da belə bilir. şeylər. Ruchno Onda izləyir. Esiyə salamlar. Hə Əlixan, indi bizi biraz təriflə və tamamlayaq yavaş-yavaş. Siz zorsuz. Yax da. Bəs baxmısan heç bir bölümümüzə baxmısan Antakloskaya. Gəl belə yoxlayaq. Qırmızıları Hə, göstərsən. Qarpız göstərəcək. Heç birinə baxmayım da. Like atmısan. 5-6 dənə profilim var. Onu bilmirəm dəqiq. Bu nədir? Dəlixan Bəs Rəcəbov. maşında telefon saxlayırsan əlavə. Ha yox, baxdıqlarım olub, görsən? Yarısı sıxıcı. Yarısı deyən, hardan bilirsən yarısıdır? Bəlkə mən orada fırladıb Yox, təzə saxlamışam ora. seçmə. Bax qardaşım, sizdə sübut olsun, sonra deməyəsiniz. Məncə özü gələndə belə çəkdi qabağa. Təşəkkürlər Əlixan. Xəstəxana videosuna tam Dövrümüzün baxıb. sabiri Sonra həqiqətən səbr bizi edeyim. Bizim izləyirmiş. dəli izləyicilərimiz heç Santa Corusa baxmıyor. Elxan Onda sən arada 1-2 dənə də dis. Onsuz da bilirik baxırsan Hə, üzə. vurun getsin. Nəsə deyək. Reski salam Əlixan zad deyək. Hə. Bilirik ki baxırsan. Bildik də Əlixan. Girdimi? Ay yox, özümə maraqlı gəldi. Qəşəng kanaldır. Təriflədim, söhbətsizdir. Çox sağ ol gəldiyin Sağ olun. üçün. İndi gedirik dönər yeməyə. Bunu da çəkirsən, paylaşırıq mütləq. Mütləq. Vəsə. Dostlar bu arada sizdən bir Kalbasa neçə reklamına xahişimiz. Birinci növbədə xahişimiz, ikinci növbədə tələbimiz var. Kofe müəllimlər alın. deyirlər. Bir, zəhmət olmasa, təbii ki imkanı olanları nəzərdə tuturuq. Kofe alın. 2, bölümü like eləyin, zəhmət olmasa. 3, bildirişləri açın. Çünki biz Santa Corusa açırıq, ora 1000 dənə izlənmə gəlir. Belə şey olmaz. Zınqrov Bizə oradan şeylə, hə, zınqrovu basın, zəhmət olmasa. Bax elə indi. Animasiyası da belədir. İndi bu dəqiqə gözləyirik. 3 2 1 deyək bassınlar. Bas. Bu arada Sezarla bağlı kiçik bir açıqlama eləmək istəyirəm. Nə Səni brut öldürüm. Mən
dövrüm Sezar yox, Sezar obrazın yox, Marcus Sezar Aurelius. Aurelius obrazını canlandırıram. Onun elə bir geyiniyəm. Elə başa düşürəm. Qardaş kimi canlandırır. Hər hansı bir özbək. Bir özbək. Bir özbək. Özbək. Qardaşın ancaq özbək. Şurikin macəralarından var idi. Olar. İstəyirəm finalda xəbərlərdə kimi eləyək. Xəbərlərdə qurtarıb belə kağızlarda da. Biz onu da öz aramızda danışaq. Kamerada Amma uzaqlaşaq. səs getmir. Səsimiz olmayacaq. Aha. Gəlin bir dənə sağ ol deyək onda. 1, 2, 3. Sağ ol. Verilişimizin baş sponsoru aviasales.az. Aviasales.az. Gəzinti üçün. Burada davam edirik söhbətimizə. Tamam, mövzu aç bir dənə Və istəyirsən. dönər yeməyə gedirik. Və həz dönərə gedirik. Dönər yeməyə gedirik. İlk dəfədir ki, dediyimizi anında Və 10 üzərindən xal verərik dönərə. Dönərə verərik. Mövzu deyəndə bayaqki yollu maşınlar mövzusunu danışaq, rayon yollarındakı. Yox. Danışdıq çox bir şey çıxmadı. İsmailsiz elə bir maraqsızdır, hə? Bir puzzle-ın bir Ya. İsmailsiz bölümdə çəkmiş. Bir dənə bölümdə çəkmiş İsmailsiz. İsmail arxadadır, hal-hazırda deyir. Faralarından görsənir. Bu İsmailin maşınıdır, hə. Hə, şey yazmışam. Google və ya Amazonda ya bu tip şirkətlərdə işləyən Azərbaycanlılardan qohumları zadı nə istəyə bilər? Yəni bununla bağlı fərziyyələr düşünmək istəyirəm. Necə yəni? Yəni tutalım ki, Google-da işləyirsən sən. Məsələn, əmin oğlu ya da nə bilim də bir qohumun, bir tanışın səndən zəng eləyib nələr istəyə bilər. Tutalım ki, məsələn, burada mən axtarış elədim. Sən girib baxa bilərsən ki, bunu danışaq elə üsyan. Nə istəyə bilərlər? Mən Eyüp Yaqubovun keyfiyyətli şəklini istəyərdim. Google-da Eyüp Yaqubovun şəklini axtaranda keyfiyyətli şəkil çıxmır. Çıxmır ha. Bu Facebook'dakı bəzən şəkillər olur, şeydir. Yəni girirsən ilk günündə olur da Facebook'un özündə. Ümumiyyətlə, o necəsə anında keyfiyyətini artırmaq. Google-un bu şeyi mənə əsəbləşdirir ki, Google-un deyəməcəm, Meta-nın Google. Facebook, Instagramdan şəkil çıxır normal olaraq da, ən çox Instagramdan çıxır şəkil. Məsələn, Əlixan Rəcəbov yazırsan, tutalım ki, Əlixanın şəklini istifadə eləməksən də təqdimata qoyanda. Instagramdan çıxır amma 144p. Pis çıxır. Gərək girim mən Instagrama girəndə deyir login elə. Screenshot eləyim. Yox, screenshot eləməyi də qoymur, deyir login elə. Mən niyə login eləyirəm? Yəni Niyə mənə qeydiyyat alırsan? Yəni də Mənim məlumatlarım sənə nə lazımdır? Belə bir məsələ deyim. Bəs Əlixan bu materialı buradan çıxarda bilməsən neyniyəcək? Onda qoşarıq cəmaət gəlib. Çıxarda bilirsən də yəqin hə? Hə, özdə kart. Onda belə çəkim mən də. Çox pis sürürlər. Gördüm ha, haz dönər orada. Məsələn, maşında yolda görəndə resimlər, yan maşında. Hə. Özlərin cırırlar. Nə reaksiya verirsən sən də? Çünki bilirəm, Prosta salamlaşsan. Dövrümüzün sabiri prosta salamlaşır, güləriz. Ya da pəncərəni açıb deyək ki, millət necə tara doğru olsun. Bilmirəm, davam edər, görsən. Onda bir dənə, bax, qanunu nətər pozur, bax, fikir verin dostlar. Nömrəsini al da, nömrəsini. Avtobus yolu ilə 77 819. İlahi pərvərdigar. Yaxşı, suq agent olmalı. Onlar Birində kamber olmaz. Həzzi dönər. bir də kilitməyə çok Ayran. Bəli, əziz izləyicilər, Əlixan gözəl mövzuya toxundu. Sən deməli məkan buraymış danışmaq üçün. Bəli. Ki, kim ölsə pis olarsınız. Daha doğrusu sual vermədi, birbaşa dedi ki, böyük ehtimal Jackson ölsə pis olarsınız. Eyüp Yaqubov Bəli, Eyüp Yaqubov rəhmətə getsə və Jackson ölsə, mən pis olacağam. Hər ikisini çox istəyirəm. Jacksona qatılmıram. Tərlan, ay Tərlan. Necə qatılmırsan Jacksona zarafat? Adından belə bəsdir. Mən Andorsuz bir şey deyim. Jacksonun mən yaşadığını belə bilmirdim. Doğrudan Tərlan, Pirşağıda Jackson kinoları getməyib. Yoxsa Onbaka baxmısınız ancaq? Mən çox sevirəm. Onbak. Ya bu Jacksondan zəhləm gedir demək deyil. Onbak. Bəs Mübariz Tağıyev, Əlixan. Yenə də pis olur. Pis olarsan ha. İnsanlar ölməsin. Onda yeyək. Hər kəs bir dişləy alıb bir dənə fikrini desin nə zəhmət olmasa. Ət dadı çox gəlir, xoşum gəlir belə onda, qəşəngdir. Amma fikir verdim Əlixan, sifariş verəndə kassadakı öləş Əlixan bəs
falan şey belə olsun zat danışırdı. Bu səni tanıdığı üçündür, ekrandan tanıdığı üçündür, yoxsa burdan tanıdığı üçündür bu səmimiyyət? Mən burada 1-2 dəfə olmuşam, bəlkə də ona görədir, həm də ekran. Əti sən olduğun üçün bol vurmuş ola bilərlər indi. Yoxsa həmişə belə bol vururlar? Düşünürəm həmişə belə bol vururlar, amma bu gün xüsusi nəvazişlə bişirdilər. Heç nə, mən də yeyim, axırda danışarıq. Hə. Dönər. Hə, tox idum. Ona görə tam da niylənmədim, amma 10 üzərindən 8 zad verirəm minimum. Məncə bu dönər deyil, çox dadlı çörək. Ətli çörək yedim elə bildin necə. Amma bu dönər deyə bilməyəcəm buna. Yenə də bu yeməyə 10 üzərindən mən də 8 verirəm. Bu arada ayranları çox yaxşıdır. Ayranları əladır. Mən normalda ət dönər mənim ürəyimi bulandır, amma bu çox dadlı idi. Sən kimsən hə? Danışanda bulurdum. 10 üzərindən mən 8 verirəm mən. Mən açığı ət dönəri sevmirəm. Niyə sevmirəm? Çünki ətin üstü piyli olur. Bəzi yerlər var onu eləməyən, piyli eləməyən. Bu piylidir amma. O elə bir 3 xalo apardım. Çörəyini bəyəndim, çörəyi qəşəng idi. Ayran yəni də, hə, ayran doyuran. Mən 6 verirəm. Hətta 5.5 verirəm. Ətin dadının çox olmağı xoşuma gəlir. Ümumiyyətlə çox sos, belə içinə vurulan əlavə şeylər sevmirəm. Ət dadı çox aldım, xoşum gəldi. Ayran da balanslayırdı onu. Mən 8 verirəm. Bu arada ola bilər ki, mən sos sevirəm. Ona görə sos az idi bunda. Ona görə yəni onun da təsiri oldu təbii. Çörək çox dadlı idi. Mən də sosları sevirəm, amma sos az idi burada, yox idi. Soslar mənim canım ciyərimdir. 5 yox, 6 verərəm. Çünki bundan öncə mən 10 vermişdim də. İndi bu gün 6-lıq oldu. Sabah gələri 7 verərik. Az bişmişdi. Biz yenə təzə bişirdik. Bəli, biz gələn təzə bişirdik. Bir 10 dəqiqə də lazım idi bizə. Bu ola bilər ki, biz gələndə biraz tələsik dədilər. Həyəcanlandılar, bizi gördülər. Heç biz acı da deyilik əslində o qədər. Hə, ola bilər. Biz buna bir dəfə obyektiv fikir bildirmək üçün gəlməyəcək böyük ehtimal, amma Mən bir şey deyim, mən böyük ehtimal 5.5 verəcəm yenə də. Mən yəqin ki, yenə də 5.5 verəcəm, çünki mən çox qəddaram qiymətləndirmədən. Bunda bir dənə də sakit sağ olun deyək də buradan. Bir. Hətta belə Amma sən hə, ya da elə, hə, sağ olun belə 1 2 3. Sağ olun.